Salam müəllimlər. Deməli növbəti müsahibə qrupumuz iyul ayının 20-sində başlayır. Deməli müsahibə dərslərimiz 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqramı vasitəsilə həyata keçirilir. Zoom proqramı vasitəsilə avqust ayından etibarən isə avqust ayından həftədə hər gün dərs keçiriləcək. Həftədə deməli hər gün 7 dəfə dərs olacaq. Hələ ki 1, 3, 5 saat 18:00-dadır dərslərimiz. Deməli dərslərimiz Zoom proqramı vasitəsilədir və hər bir müəllimi tək-tək mən sual-cavab edirəm. Müsahibə əsasında deməli sertifikasiya müsahibə qruplarımızda hansı dərslər keçirilir? Sinif idarəetmə bacarıqları, şagirdləri qiymətləndirmə bacarıqları, tədris prosesinin təşkil olunma bacarıqları, özünü təqdim etmə bacarıqları və icmal. İcmalı yazma qaydası, icmal nümunələri atılır və istəyən əlavə icmal istəyən müəllimlərə isə əlavə dəstək göstərilir. İcmallar, onlara fərqli icmallar müəyyən ödənişlə atılır. Dərslərimizin qiyməti 25 manatdır və 20 iyul ilk dərsimiz sıfırdan təzə qrupumuz başlayır. Və dərs prosesində heç bir dərslik vəsait almırsınız. Bütün dərs PDF-lərini özüm göndərəcəm sizə. Hər birini, bütün PDF-ləri özüm göndərəcəm. Deməli, dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Və həmçinin onu da qeyd edim ki, yəni birinci turdan uğurla keçmisiniz. İkinci turu şansa buraxmayın. Bizim müsahibə qruplarına qoşulan bütün müəllimlər müsahibədən uğur qazanıb, yəni bizim müsahibə mərhələsinə qoşulan müəllimlərin hər biri müsahibədən keçib, heç kəsilən olmayıb. Siz də bizim müsahibə qrupuna qoşulun ki, işinizi qarantiya altına alın və ondan əlavə də, yəni misal üçün keçən il icmala görə nə qədər müəllimi kəsdilər, ən düzgün, yəni icmal yazıb aparmışdılar, amma düzgün aparmamışdılar. Ən düzgün icmal nümunələrini də biz sizə təqdim edəcəyik və o icmallarla da müsahibədən keçmək sizin üçün rahat olacaq. Dərslərə qoşulmaq üçün göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Aha, bir daha salam müəllimlər. Hər vaxtınız xeyir olsun. Artıq dərsimiz qeydə alınır. Hər birinizi salamlayıram və bu hazırlığınızda sizlərə uğurlar arzu edirəm. Əl qaldıran müəllimlər var və başlayaq çox uzatmadan müsahibəyə. Deməli, Ülviyə Tağızadə, adı-badı çəkəcəm. Ülviyə müəllimə Tağızadə, zəhmət olmasa. Salam müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Zəhmət olmasa özünüzü təqdim edin Ülviyə müəllimə. Deməli, mən Ülviyə Tağızadə Azər qızı, 11 yanvar 2000-ci il Bakıda anadan olmuşam. 2006-cı ildə 32 nömrəli məktəbdə birinci sinifə daxil olub, 2017-ci ildə həmin o məktəbi bitirib, 506 balla Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olmuşam, İbtidai sinif fakültəsinə. 2021-ci ildə həmin universiteti bitirib, deməli, sosial məzəniyyət yerlərinə 4 il davamlı işləmişəm, MİQ imtahanı verərək. 2024-cü ildə MİQ imtahanı verərək 90 bal yığıb, 86 nömrəli tam orta məktəbdə daimi əsaslanmış işə qəbul olmuşam. Bu ildə sertifikasiya imtahanında iştirak edib 54 bal toplamışam. Lap gözəl, təbrik edirəm sizi yüksək nəticənizdən dolayı. Deməli, formativ qiymətləndirmə nədir Ülviyə müəllimə, deyə bilərsinizmi? Formativ qiymətləndirmə şagirdin gündəlik qiymətləndirməsidir. Şagirdin fəaliyyətini izləyir, ona hansısa bir çətinliyində yol göstərir, onu nailiyyətə doğru aparır. Biz formativ qiymətləndirmədə gündəlik təlim nəticəsinin əsasında qiymətləndirmə aparırıq. Yəni təlim nəticəsinin əsasən dərsin sonunda uşaq nəyə nail olacaqsa, biz onu qiymətləndiririk ki, görək bu nəticəyə uşaq çatıb, yoxsa yox. Çatıbsa, nə gözəl, çatmayıbsa, növbəti dərsdə həmin o standarta uyğun, eyni təlim nəticəsinə uyğun yenə dərs qurub, onu şagirddə reallaşdırmalıyıq. Bəli. Formativ qiymətləndirmə belə ümumiləşdirə bilsək, deyə bilərik ki, dərs boyu davamlı olaraq aparılan qiymətləndirmədir, şagirdi təlim nəticəsinə, hədəfə, məqsədə çatdıran qiymətləndirmədir və dərs boyu davamlı olaraq aparılır. Yaxşı, formativ qiymətləndirmə hansı vasitələrlə aparılır və nəticələr harda qeyd oluna bilir? Nəticələr rəsmi sənədlərdə qeyd olunmur. Sadəcə gündəlik o şagirdin gündəliyində yaza bilərik ki, məsəl üçün filan
hansı valideyn bilsin ki, nəyə cavab verdi, nə də geri qaldı belə. Amma belə rəsmi qiymətləndirmə kimi qeyd olunmur hansı bir jurnalda. Şagirdin nəticəsinə təsir göstərmir. Qiymətləndirmənin müxtəlif üsullarını apara bilərik. Çalışma verə bilərik, tapşırıqlar, qruplara işə bölə bilərik. Müxtəlif, məsəl üçün, rubriklərdən istifadə edə bilərik. Müxtəlif tapşırıqlar verərək, qruplara bölərək, kollektiv işlə, müxtəlif iş üsullarından dərsi quraraq uşaq axırda da qiymətləndirmə apara bilərik. Müxtəlif üsul və vasitələrlə bəli, qiymətləndirmə aparmaq olar. Yaxşı, dəstəkləyici mühitin yaradılması, dəstəkləyici mühit nədir və sinifdə siz dəstəkləyici mühiti necə yaradırsınız? Dəstəkləyici mühit dedikcə şagirdin təhlükəsiz, mənəvi, psixoloji cəhətdən sağlam bir mühit qurulmalıdır uşaq üçün. Bunun üçün baxmalıyıq ki, görək sinifdə bullying varmı? Bunun qarşısını ilk öncə almalıyıq. Sonra uşaqlar arasında buzqıran strategiyadan istifadə edib, onlar arasında münasibəti düzgün tənzimləməliyik ki, uşaqlar üçün ilk öncə dərs, sinif otağı, sinif mühiti, dərs prosesi dəstəkləyici şəkildə olsun. Lap gözəl. Deməli, dəstəkləyici mühit bəli, sinifdə belə ümumiləşdirək ki, sağlam mənəvi psixoloji mühitin qurulmasıdır. Yəni sinifdə bullying halı olmasın, müəllim avtoritar üslubda dərs keçməsin. Dəstəkləyici mühit budur. Bəs yaxşı, avtoritar və demokratik üslub nədir? Zəhmət olmasa bu barədə məlumat verərsiniz. Avtoritar üslubda, deməli, avtoritar müasir üslubu, demokratik deyərdim ki, məsəl üçün, avtoritar üslubda müəllim burada Avtoritar sadəcə hansı üslubdur? Müasir dediniz? Avtoritar, ola bilər Ənənəvi müəllim üslubdur. Demokratik ənənəvi demokratik müasir müasir üslubdur. üslubdur. Aha. Ənənəvi ilə müasirin deməli nə fərqi var? Deməli, ənənəvi üsulda odur ki, müəllim gəlir, bir 45 dəqiqə ərzində özü dərsi keçir, gedir. Uşaq burada heç bir biliyi ancaq qəbul edən tərəf kimi olur, amma digərində isə uşaq fəal iştirakçıdır, biliyi özü aktiv qəbul eləyir, məsəl üçün məzmunu özləri seçir. Daha çox uşaq burada fəaliyyətdə olur. Müəllim isə orada uşaqları daha çox burada yol göstərən, onlara scaffolding edən tərəf kimi çıxış edir. Yaxşı, tamam. Deməli, avtoritar üslub ənənəvi üslubdur. Burada, deməli, şagird obyekt, müəllim subyekt, deməli, formatında olur, və burada əsasən şagird passiv dinləyici olur, biliklərin qəbulunda aktiv iştirak eləmir. Deməli, ənənəvi üslubda isə şagird, müəllim, subyekt prinsipinə əsaslanır, bərabər hüquqlu tərəfdaşlar kimi çıxış edirlər və müəllim qərarları qəbul edərkən birtərəfli yox, şagirdlərin də fikirlərini, istəklərini nəzərə alır və şagirdlər biliklərin qəbulunda aktiv iştirakçı rolunda çıxış edirlər. Düzdür? Aha, belə ümumiləşdirmə apara Bəli. bilərik. Yaxşı, siz bizə deyin görək, inklüziv təhsil nədir Ülviyə müəllimə? İnklüziv təhsil sağlamlıq imkanlarından asılı olmayaraq hər bir şagird üçün dərsin eyni mühitdə qurulmasıdır. Yəni bərabər imkanla qurulması. Yəni burada şagirdin hansısa bir sağlamlıq imkanına görə fərq qoyulmur. Yəni inklüziv uşaqlar da bu təlim mühitində iştirak edirlər. Hamıya bərabər yanaşılır, hamıya öz bilik səviyyəsinə uyğun tapşırıqlar verilir, hamı üçün dərs əlçatan olur. Aha, hər kəs üçün dərs əlçatan olur. Təhsilin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır. Təşəkkür edirəm Ülviyə müəllimə. Çox sağ olun. Sağ olun. Deməli, Zümrüd Cəfərova. Zümrüd müəllimə. Salam müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun Zümrüd müəllimə. Özünüzü təqdim edin zəhmət olmasa. Mən Cəfərova Zümrüd İlqarı qızı 1998-ci ildə Ağcabədi rayonunun Sülkənin anadan olmuşam. 2005-ci ildə həmin kənddə Cavad Həsənov adına tam orta məktəbi daxil olmuşam. 2015-ci ildə həmin məktəbi yüksək nailiyyətlərlə bitirmişəm. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına daxil olmuşam. 2020-ci ildə həmin universiteti bitirmişəm. 2020-ci ildə müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 49 bal toplamışam. Laçın rayon Ərdəşəhər kənd məktəbində müqavilə ilə işləmişəm. 2023-cü ildə yenidən imtahan verərək 67 bal toplamışam və Ağcabədi rayon 7 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışıram. 2026-cı ildə müəllimlərin sertifikatlaşdırması prosesində iştirak edərək 49 bal toplamışam. Lap gözəl, təbrik edirik sizi. Çox sağ olun.
Zəhmət olmasa siz bizə deyin görək, ixtisasınız nədir müəllimə? Dediniz? Azərbaycan dili və ədəbiyyat. Azərbaycan dili ədəbiyyatı. İxtisasınızı şagirdlərinizə necə sevdirirsiniz Zümrüd müəllimə? İxtisasımı şagirdlərə sevdirmək üçün onlarla Azərbaycan dili fənnindən məsələn maraqlı mətnlər oxuyaraq onlarda oxuyub anlamanı inkişaf etdirməyə çalışıram. Yazı işləri üçün müxtəlif onların maraqlarına və meyllərinə uyğun mövzular Aha. seçərək inşalar yazdırmağa çalışıram. Ədəbiyyat fənnindən əsərləri səhnələşdirərək onları dərsə daha diqqətli cəlb etmək və maraqlarını artırmaq üçün istifadə edirəm. Ola bilər. Şagirdin marağını dərsə cəlb eləmək üçün müxtəlif yollardan istifadə edirsiniz. Yaxşı. Refleksiya nədir? Dərsdə necə refleksiyadan istifadə edirsiniz? Bəli, refleksiya dərsin ən önəmli hissələrindən biridir. Belə ki, refleksiya olmasa, dərs demək olar ki, tam düzgün qurulmamış sayılır. Çünki refleksiya apararaq şagirdin özünün də nə vəziyyətdə olduğunu, həmçinin bizim də onun nə vəziyyətdə olduğunu bilmək olur. Refleksiya aparanda şagirdlərdə dərsin sonunda və istənilən hissəsində aparıla bilər. Şagird bu zaman özünün hansı çatışan cəhətləri var, hansı yoxdur və müəllim də həmçinin bunları bilir. Refleksiya aparmaq üçün müxtəlif üsullardan istifadə oluna bilər. Çıxış bileti, 3-2-1, BİBÖ bu üsullardan istifadə oluna bilər ki, müəllim bu zaman şagirdlərin hansı formada olduğunu bilir və onları irəli aparmanın yollarını, dərs necə qurmağı da bunun əsasında apara bilər. Bəli, refleksiya öyrəndiklərimizin beynimizdə inikası əksidir. İnsan burada öyrəndikləri insan beynində əks etdirir ki, yəni biz dərsdə nələri öyrəndik, biz dərsdə nələrdə çətinliyimiz var, növbəti dəfə nələrə diqqət yetirək. Refleksiya həm müəllimə, həm şagirdə yararlı bir prosesdir. Çünki şagird burada özünün müsbət və mənfi tərəflərini, yaxşı və pis tərəflərini deməli müəyyən edir. Deməli refleksiyada deməli, şagirddə burada çatışan, çatışmayan tərəfləri, müəllim desə nələrə diqqət yetirəcək, şagirdlər üçün təlim planını necə növbəti dəfə planlaşdırmanı necə quracaq, bunlara diqqət etməkdə müəllimə Bəli. kömək edir, bəli, əsasən. Düzdür. Şagirdiniz zəif nəticə göstərərsə neynirsiniz, Zümrüd müəllimə, zəhmət olmasa? Bəli. Əvvəla bunu biz 2 cür izah eləyə bilərik. 2 hal ola Birincisi bilər, bəli, ola aha. bilər, bəli. Birincisi şagird davamlı dərsə hazırlıqlı gəlir hər zaman. İlk dəfədir Aha. ki, şagird dərsə hazırlıqsız gəlib. Bu zaman bunun səbəbini araşdırmaq lazımdır. Ailədən problem var, məktəbdən problem var. Şagird bullyinqə məruz qalıb araşdırmaq lazımdır və bəlkə də şagird xüsusi risk qrupuna daxildir, bəlkə də ailəsinə bir problem var. Bunu araşdırıb səbəbini bilməliyik. Yox, Hı əgər hı. heç bir səbəb yoxdur, əsassız şəkildə şagird dərsə hazırlıqsız gəlib, məsuliyyətsiz isə bu zaman yüngülvarı tənbih edirik. Yox, Yüngül əgər tənbih şagird formasında. bəli, yüngül Aha. tənbih forması edirik. Əgər şagird hər zaman dərsə hazırlıqsız gəlsə, bu zaman hər zaman olduğu kimi dərsdən sonra Salam müəllimlər. Deməli növbəti müsahibə qrupumuz iyul ayının 20-sində başlayır. Deməli müsahibə dərslərimiz 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqramı vasitəsilə həyata keçirilir. Zoom proqramı vasitəsilə avqust ayından etibarən isə avqust ayından həftədə hər gün dərs keçiriləcək. Həftədə deməli hər gün 7 dəfə dərs olacaq. Hələ ki 1-3-5 saat 18:00-dadır dərslərimiz. Deməli dərslərimiz Zoom proqramı vasitəsilədir və hər bir müəllimi tək-tək mən sual-cavab edirəm. Müsahibə əsasında deməli sertifikasiya müsahibə qruplarımızda hansı dərslər keçirilir? Sinif idarə etmə bacarıqları, şagirdləri qiymətləndirmə bacarıqları, tədris prosesinin təşkil olunma bacarıqları, özünü təqdim etmə bacarıqları və icmal. İcmalı yazma qaydası, icmal nümunələri atılır və istəyən əlavə icmal istəyən müəllimlərə isə əlavə dəstək göstərilir. İcmallar, onlara fərqli icmallar müəyyən ödənişlə atılır. Dərslərimizin qiyməti 25 manatdır və 20 iyul ilk dərsimiz sıfırdan təzə qrupumuz başlayır. Və dərs prosesində heç bir dərslik vəsait almırsınız. Bütün dərs PDF-lərini
özüm göndərəcəm sizə. Hər birini, bütün PDF-ləri özüm göndərəcəm. Deməli, dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz və həmçinin onu da qeyd edim ki, yəni birinci turdan uğurla keçmisiniz. İkinci turu şansa buraxmayın. Bizim müsahibə qruplarına qoşulan bütün müəllimlər müsahibədən uğur qazanıb, yəni bizim müsahibə mərhələsinə qoşulan müəllimlərin hər biri müsahibədən keçib, heç kəsilən olmayıb. Siz də bizim müsahibə qrupuna qoşulun ki, işinizi qarantiya altına alın və ondan əlavə də, yəni misal üçün keçən il icmala görə nə qədər müəllimi kəsdilər, ən düz, yəni icmal yazıb aparmışdılar, amma düzgün aparmamışdılar. Ən düzgün icmal nümunələrini də biz sizə təqdim edəcəyik və o icmallarla da müsahibədən keçmək sizin üçün rahat olacaq. Dərslərə qoşulmaq üçün göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Şagirdlə xüsusi maraqlanaraq onun dərsə cəlb olunmasına çalışırıq. Aha, yaxşı. Deməli, baxın, əgər şagird ilk dəfə, deməli, həmişə dərsə hazırlıqlıdır. Bu dəfə ilk dəfədir ki, dərsə hazırlıqsızdırsa, bu dəfə şagirdə yüngül tənbih edirik və yəni lazım olarsa göz yuma bilərik ilk dəfəyə. Amma yox, şagird həmişə dərsə hazırlıqsız gələn şagirddirsə, davamlı. Bu zaman şagirdə düzgün rəy verməliyik. Rəylə onu bu vəziyyətdən çıxarmağa çalışmalıyıq. Aydındır? Bəli, bəli. Aha. Valideyn sizi tənqid edərsə nə edərsiniz? Əgər valideyn məni tənqid edərsə, təbii ki də Tənqid edərsə, aha. bəli, müəllimin etik davranış qaydalarına uyğun olaraq mənə gələn tənqidlərə açıq olmalıyam və müəllim onu düzgün qəbul etməliyəm. Valideynə qarşı səbirli, təmkinli olmalıyam, onu diqqətlə dinləməliyəm və valideyn getdikdən sonra isə valideyn tənqid etdiyi hissləri özümdə düzəltməyə çalışıram. Aha, bəli. Tamam, təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun müəllim. Sara Sayadova, Sara müəllimə. Bəli, Coşqun müəllim. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Özünüzü təqdim edin zəhmət olmasa. Oldu müəllim. Mən Sara müəllimə Sayadova, Salyan rayon Xalaç kəndində 1967-ci ildə anadan olmuşam. Orta məktəbi 1983-cü ildə bitirmişəm. Pedaqoji təhsilim 1983-87-ci illəri əhatə edir. Gəncə şəhər Məişət Xidməti Kollecinin əmək təlimi ixtisasını bitirmişəm. Pedaqoji fəaliyyətimə 1996-cı ildən Salyan rayonu 4 saylı tam orta məktəbində başlamışam. 30 il müəllimlik təcrübəm var. Elm və Təhsil Nazirliyinin keçirdiyi 2016-cı ildə diaqnostik imtahanından 47 bal, bu il keçirilən 2026-cı sertifikasiya imtahanında 54 bal toplamışam. Demək olar ki, uğur qazanmışam. Hər bir uğurun arxasında böyük bir zəhmət dayanır, bunu hamımız bilirik. Təhsil Nazirliyinin keçirdiyi bir çox təlimlərdə iştirak etmişəm, sertifikatlar almışam. Rayon və məktəb tədbirlərində şagirdlərimin əl işləri həmişə diqqət cəlb edib. Mən bu yaşda olmağıma baxmayaraq öz işimi sevən, daim öz üzərində çalışan, demək olar ki, yeniliklər axtarışında olan bir müəlliməm. Ulu öndərimiz demişkən, mən müəllim adından şərəfli ad tanımıram. Nə yaxşı ki, müəlliməm. Lap gözəl, lap yaxşı. Deməli, siz bizə deyin görək, zəhmət olmasa, şagird yönümlülük nədir? Sinifdə şagird yönümlülüyü necə yaradırsınız, necə formalaşdırırsınız? Şagird yönümlülük, sinifdə şagird yönümlülük müəllim. Demək olar ki, mən şagirdlərə şagird yönümlülük biraz tutuldum müəllim, nəysə. Şagird yönümlülük nədir? Şagird yönümlülük. Nə deməkdir? Heç baxmamışsınız mənim izahlarıma, kurikulumun prinsipləri, pedaqoji prosesin təşkil prinsipləri. Şagird yönümlülüyü
şagirdlərin maraq və tələbatlarını nəzərə almaqla şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsidir. Aha, Düşmüşdü məsələn. aha, yadınıza düşdümü? Bəli, düşdü. Aha, indi buyurun, davamını siz deyin görək. Sinifdə şagird yönümlülüyü necə təmin edirsiniz? Buyurun. Sinifə şagird yönümlülük təmin etmək üçün birinci onların istək və arzularını O yox. nəzərə Xeyr. İstək və arzu bu cümlə səhvdir. Uşağın arzusu nədir? İstəyi nədir? Dərsdə müəllim dərs prosesində marağı, ehtiyaclarını, tələbatlarını nəzərə almaq olar. İstək dedikdə uşağın istəyi başqa şey olar. Uşaq deyəcək ki, mən gəlim sinifdə misal üçün də ortada qaldı oynayım. Misal üçün deyirəm, özümdən dedim də. Bu istək, arzu dərsdə nəzərə alınmır. Ehtiyacları, maraq, ehtiyac, tələbatları nəzərə alınır. Bu başqa şeydir, maraq, ehtiyacları. İstək, arzu nədir? nəzərə alıram. Necə Şagirdlərin nəzərə alırsınız? Məsələn, məsələn, istedad qabiliyyətlərinin nəzərə alınması, bəli. Buyurun. Maraq və tələbatları nəzərə alaram. Şagirdlərin aktiv iştirakını təmin edərəm. Sonra müzakirə zamanı şagirdlərin fikrini öyrənməyə çalışaram. Müzakirə formasında şagirdlər aktiv olur, daha da özlərini yaxşı hiss elətdirirlər, elə bil ki. Şagirdlərin pozitiv olmasını, aktiv olması deməkdir şagird yönümlü təlim. Aha, lap gözəl. Şagirdin, bax, şagird yönümlülük nədir? Şagirdin maraq və ehtiyaclarının nəzərə alınması, onların potensial imkanlarının üzə çıxarılmasıdır və inkişaf etdirilməsidir. Bəli, mən sinifdə şagird yönümlülük prinsipi, misal üçün, mənim iş üsulları seçən zaman şagirdlərin istəklərinə, ehtiyaclarına uyğun iş üsulları seçirəm. Şagirdlərin öyrənmə tərzlərinə uyğun şagird yönümlü yanaşıram, şagirdlərin bilik səviyyələrinə uyğun formada şagird yönümlü yanaşıram deyə bilərik. Yaxşı, deməli, deyin görək Sara müəllimə, diaqnostik qiymətləndirmə hansı qiymətləndirmədir və hansı məqsədlərlə aparılır? Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdin ilkin bacarığına verilən qiymətləndirmədir. Və şagirdlər sinifdən sinifə dəyişdikcə, sonra başqa məktəbə getdikdə həmin bu qiymətləndirmədən istifadə olunur. Aha. Bir də ki, portfolyolarında qeyd olunur. Hansı vasitələrlə aparılır diaqnostik qiymətləndirmə, hansı hallarda aparılır? Buyurun. Hansı hallarda aparılır? Müəllim, elə bil ki, şagird sinifin dəyişdikdə, bir də ki, bölmənin əvvəlində, ilin əvvəlində aparılır. Müşahidə formasında. Sinifdən sinifə, məktəbdən məktəbə keçid zamanı. Məktəbin dəyişdikdə, Deməli, sinifə yeni şagird gəldikdə, yeni tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə aparıla bilər. Diaqnostik qiymətləndirmə müəllimin hazırladığı vasitələr, tapşırıqlar vasitəsilə, BİBÖ vasitəsilə, şifahi sual-cavab, müsahibə vasitəsilə aparıla bilər. Təşəkkür edirəm Sara müəllimə, çox sağ olun. Siz də sağ olun. Yaxşı Xəlilova. Bəli, müəllim, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun müəllimə. Özünüzü təqdim edin zəhmət olmasa. Müəllim, mən Xəlilova Yaxşı Tahir qızı. Aha. 1977-ci il yanvar ayının 20-sində Göyçay rayonunun Malışıqlı kəndində atam sürücü, anam müəllimə olmaqla sadə Azərbaycanlı ailəsində dünyaya göz açmışam. Və 1983-cü ildə Malışıqlı kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olaraq 1994-cü ildə məktəbi bitirmişəm. Sonra test üsulu ilə imtahan verərək əvvəlcə Ağdaş Humanitar Kollecinin məktəbə qədər tərbiyə ixtisasına yiyələnmişəm, məktəbə qədər tərbiyə ixtisasına və 1995-ci 2000-ci illərdə isə Gəncə Dövlət Universitetinin Tarix müəllimliyi fakültəsini bitirmişəm. 2000-ci ildə özümün doğulub boya başa çatdığım Göyçay rayonu Malışıqlı kəndində tarix müəlliməsi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətdə öz fənnimi şagirdlərə sevdirmişəm. Belə ki, neçə şagirdin ayrı-ayrı universitetlərdə, ali təhsil ocaqlarında tarix müəllimliyinə qəbul olunmasına nail olmuşam. Bir nəfər şagirdim isə fənn olimpiyadasında iştirak edib, gümüş və bürünc medala layiq görülmüşdür. Və buna görə də mən təhsil şöbəsi tərəfindən mükafatlandırılmışam sertifikatla. Və mən diaqnostik qiymətləndirmədə, yəni təhsil verənlərin diaqnostik qiymətləndirməsində iştirak edərək 45 bal toplamışam. 2026-cı il 24
iyun tarixində keçirilən təhsil verənlərin sertifikatlaşmasında 40 bal toplayaraq müsahibə mərhələsinə keçmişəm. Lap gözəl, lap yaxşı. Deməli, siz bizə deyin görək, şagirdi bir şəxsiyyət kimi formalaşdırmaq üçün nələr edirsiniz? Ümumiyyətcə, şəxsiyyət kimdir? Bəli. Müəllim, ilk öncə şəxsiyyət sözünün mənasına diqqət yetirək. Deməli, Aha. şəxsiyyət özündə, bəli, milli mənəvi dəyərləri əks etdirən, cəmiyyətini, millətini, dövlətini sevən, xalqına, millətinə bağlı olan bir şəxsdir. Ona görə də şagirdi şəxsiyyət kimi yetişdirmək üçün, Aha. belə deyək, bəli, şəxsiyyət yönümlü təlim mühiti formalaşdıraram. Tamam, şəxsiyyət yönümlü təlim mühitini necə formalaşdırarsınız? Məsələn, müəllim, belə deyək də, cəmiyyət üçün yararlı şəxsiyyətləri onun üçün nümunə gətirərəm. Məsələn, Məmmədəmin Rəsulzadə, Heydər Əliyev, İlham Əliyev, ondan sonra milli xeyriyyətçilərdən Hacı Zeynalabdin Tağıyev, milli qəhrəmanlardan Mübariz İbrahimov, onları nümunə gətirərək şagirdlərin, belə deyək də, öz şəxsiyyət kimi formalaşmasına, vətənpərvər kimi yetişməsində əlimdən gələni əsirgəmərəm. Yaxşı. Deməli, baxın, şəxsiyyət yönümlülük nədir? Deməli, müəllim, deməli, əsas vəzifəsindən biri də şagirdləri təkcə bir bilik bacarıqlar formalaşdırmaq deyil, şagirdi həm də şəxsiyyət yönümlü ruhda da yetişdirməkdir. Şəxsiyyət kimdir? Özündə milli bəşəri dəyərləri deməli, daşıyan, idrak ünsiyyət psixomotor bacarıqlarına sahib olan bir şəxsdir. Yəni, əsas buradadır, şəxsiyyət kimdir? Milli bəşəri dəyərlərə sahib olmaq. Deməli, bu milli bəşəri dəyərlərə sahib olan bir şəxsdir. Deməli, şagirdlərə bununla bağlı daim vətəndaşlıq mövqeyi səriştəsi formalaşdırmaq üçün şagirdlərdə milli bəşəri dəyərlərdən deməli, aşılayaram, milli bəşəri dəyərlər aşılayıram. Əxlaqi, mənəvi mövzularda müzakirələr təşkil edirəm. Qruplarla iş təşkil edirəm. Bu da uşaqlarda şəxsiyyət kimi formalaşmasına deməli, təsir göstərir. Şagirdlərdə deməli, emosional intellekt, mənəvi inkişafına deməli, inkişaf etdirərəm. Yüksək ideyaları daşımaq, misal üçün, özündə yüksək ideyalar deməli, göstərmiş, özündə yüksək ideyalar daşımış şəxslər, həyatda yüksək mövqe tutmuş şəxsləri misal göstərib onların izi ilə getməyi başa salaram. Mükafatlandırma mənfi nəticələr var. Müsbət davranışları mükafatlandıraram ki, bu daimi vərdişə çevrilirsin. Mənfi davranışların isə mənfi nəticələrini izah edərəm ki, onlar bir də o mənfi davranışlara yol verməsinlər. Yaxşı. Valideynlə hansı hallarda əlaqə saxlayırsınız? Yəni, valideynlə əlaqə saxlamağın xüsusi bir vaxtı yoxdur. Ümumiyyətlə, hansı siniflərdə bəli, dərs deyiriksə, mən öz təcrübəmdən deyirəm. 5-ci sinifi ilk əvvəl götürürük. Bizim dərsimiz 5-ci sinifdən başlayır fənnimiz. Hələ müəllimlər bizi tanımır, ancaq ibtidai sinif müəllimlərini tanıyırlar. Onlar mütəmadi olaraq bizlə əlaqə saxlayırlar. Mən uşaqların nailiyyətləri, ondan sonra onların bacarıqları, bilikləri, hansında essə yazmaq qabiliyyəti var, hansında xəritə göstərmək qabiliyyəti var, hansında yaxşı şifahi danışıq, nitq qabiliyyəti var. O haqda valideynləri vaxtaşırı məlumatlandırıram. Aha, lap gözəl. Əla. Daim müəllim valideynlə əlaqədə Bəli, olmalı. onun xüsusi bir vaxtı yoxdur. Bəli, valideynlə əlaqə yaratmağın xüsusi bir vaxtı yoxdur. Daim müəllim valideynlə əlaqədə olmalıdır. Yaxşı, psixoloqa hansı hallarda müraciət edirsiniz? Bəli. Mən bilirik ki, hər bir məktəbdə şagird sayına uyğun psixoloqlar fəaliyyət göstərir. Psixoloqların məktəbin həyatında olduqca rolu böyükdür. Çünki bax, şagirdimizdə həddindən artıq qara dinməzlik, özünə qapanma görəndə, ondan sonra ünsiyyət bacarıqlarının zəif olduğunu gördükdə və yaxud da şagird başqasına qarşı... Bu hallar davamlı olduqda, Bəli, bu davamlı olduqda, baş bəli. verdikdə. Görün ki, hər hansı bir şagirdimiz ilin müxtəlif, məsələn, fəslində, ayında, məsələn, mən bu il təcrübəmdə olub, dekabr ayından bir şagirdimiz dərsə gəlmədi. Daimi olaraq dərsdən qaldı. Bu zaman məktəb biz... rəhbərliyinə, məktəb psixoloquna, Bəli, əvvəlcə məktəb məktəb rəhbərliyinə, bəli, psixoloquna müraciət edirik. Əla. Siz dərsinizi vicdanla keçirsinizmi? Fikrinizi əsaslandırın, zəhmət olmasa. Bəli, mən dərsimi vicdanla keçirəm. Aha, nəyə əsasən deyə bilərsiniz?
Çünki mən deməli vaxtaşırı olaraq şagirdləri muzeylərə aparıram, ekskursiyalara çıxardıram. Ondan Aha. sonra mən bəli, tez-tez Heydər Əliyevin, Ulu Öndərin fəaliyyəti haqqında debatlar təşkil edirəm. Sonra ildə 2 dəfə məsələn tarix fənnindən siniflər arası yarışlar təşkil edirəm. Siniflərin mənfi müsbət cəhətini ortalığa çıxardıram. İnteraktiv təlim üsullarından istifadə edirəm. Sonra qruplarla iş təşkil edirəm. Ondan sonra müzakirə müxtəlif ayrı-ayrı mövzularla bağlı çətin mövzuları müzakirəyə çıxarıram və bu müzakirələrdə ayrı-ayrı iş üsullarından, ən çox da əqli hücumdan istifadə edirəm. Və hər bir şagirdimə differensial fərdi Bəli, yanaşmağa bəli, çalışıram. differensial, Və hər fərqli bir fərdi sinifdə yanaşmağa misal üçün çalışıram. ancaq passiv, aktiv şagirdlərin təkcə inkişafına yox, mən çalışıram ki, sinifdə passiv qalan, dərsdə passiv qalan bütün şagirdlərin dərsdə iştirakına və inkişafına nail olum. Buna Bəli, görə də bəli. mən şagirdlərin öyrənmə tərzlərinə uyğun formada, şagirdlərin səviyyələrinə uyğun formada tapşırıqlar hazırlayıram, Bəli. differensiallığı gözləyirəm və mən düşünürəm ki, dərsimi vicdanla keçirəm. Mən şagird yönümlülük prinsipinə əməl eləməyə çalışıram. Bəli. Subyekt prinsipinə əsasən şagirdlərlə qarşılıqlı hörmət, əməkdaşlıq üzərində dərsi qururam. Şagirdlərin dərs zamanı deməli, fikirlərini, maraqlarını, tələbatlarını Bəli, nəzərə dinlə. alıram və Aktiv tərəf olmasına çalışıram. müəllimin etik davranış qaydalarına əməl edirəm. Tamam. Bəli. Sual: müəllimlərin etik davranış qaydaları hansılardır müəlliməmiz? Bəli. Bəli, müəllimlərin etik davranış qaydaları, məsələn, mədəni loyallıqdır, mədəni davranışdır, ictimai etimaddır, sonra o gizlilik var, konfidensiallığı qorumaqdır, Konfidensiallıq. Aha, konfidensiallığı, onun bəli. adı dəyişib baxın, bax. Konfidensiallıqla peşəkarlıq, fərdi məsuliyyət bu iki etik davranış qaydası birləşibdir. Peşəkarlıq, fərdi məsuliyyətlə konfidensiallıq. İkisi birləşdi, oldu insan hüquq və azadlıqlarına hörmət. Aydındır? Gəlin etik Bəli. davranış qaydalarını birgə sadalayaq. Qanunun aliliyi, Bəli, qanunun qanunçuluq. aliliyi, Sonra bəli. qanunçuluq da deyirlər buna. Sonra mədəni davranış, Bəli, loyallıq, mədəni ictimai davranış, etimad, loyallıq, qərəzsizlik, ictimai insan hüquq etimad. və azadlıqlarına hörmət, deməli bunları sadalaya bilərik. Aydındır? Loyallıq etik davranış qaydası nədir? Loyallığı necə izah edə bilərsiniz bizə? Loyallıq mənə elə gəlir ki, bax o həmin məktəbin, deməli, mikro mühitin, şagirdlərin, sinifin adına xələl gətirə biləcək bir hərəkətin edilməməsidir. Yəni o Başqa? məktəbin ancaq Məsələn, bu lehinə situasiya fəaliyyət deyin göstərməkdir. loyallığın qorunması və yaxud da pozulması ilə bağlı. Mən elə bil məsələn, ola bilər də müəllimlərin içərisində də, deməli, həmin məktəbin ancaq belə deyək də əleyhinə danışır. Amma loyallıqda o Əsaslı əleyhinə olmadan, danışmır. əsası Və olmadan, əsaslı bilib olmadan, bilmədən bəli. qısaca danışmaq loyallıq Bəli, etik bəli, davranış qaydasının pozulmasıdır. Təşəkkür bəli. edirəm yaxşı müəllimə, çox sağ olun. Siz sağ olun müəllim. Sağ olun. Könül Musayeva. Bəli, salam Coşqun müəllim. Salam. Bir saniyə müəllimlər, bircə saniyə. Aha, bəli Könül Musayeva, Könül müəllimə. Buyurun, özünüzü təqdim edin. Yaxşı, mən sizə təşəkkür edirəm. Yüksək nəticə göstərdiyimə görə sizə çox təşəkkür edirəm. Nə gözəl, çox sağ olun. Apreldən qoşulmuşdum sizin Aha. dərslərə. Sizi seçdim Respublika üzrə. Sizin təlim üsullarınızı sevdim. Yenə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Zəhmət olmasa özünüzü. Mən Musayeva Könül Cəmil qızı 1969-cu ildə Görəməy rayonunda 11 avqustda doğulmuşam. İlk tərbiyəni valideynlərimdən almışam. 1976-cı ildə Görəməy Biraz ucadan danışın, zəhmət olmasa səsinizi. 76-cı ildə Görəməy rayon 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 1986-cı ildə həm məktəbin 10-cu ilini bitirmişəm. 1987-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşam və 2000-ci ildə Müəllimlər İnstitutunun Ağcabədi filialında müəllimlərin yenidən hazırlanması kursundan keçərək müəllim ixtisasına yiyələnmişəm. 2001-ci ildə Görəməy rayonunun Borsunlu kəndində müəllim kimi fəaliyyətə başlamışam. Məsafə baxımında məsafə uzaq olduğundan 2006-cı ildə Görəməy rayon 2 saylı orta məktəbdə daimi işlə təmin olunmuşam və texnologiya dərsini tədris etmişəm. Şagirdlərimə fərdi yanaşıram, onlara öz fənnimi sevdirirəm. Məktəbin məzunları daimi
yüksək bal topladığına görə Təhsil Nazirliyindən hal-hazırda mən işlədiyim məktəbə, Goranboy 2 saylı orta məktəbə pilot adı verilsə də, hazırda məktəbdə emalatxana yoxdur. Mən müəyyən alət və tərtibatlar demək olar ki, hər gün imkan daxilində gücüm çatdığı qədər şagirdlər həmin alət tərtibatları, onların iş prinsipini daha dəqiq görməsi üçün evdən aparıram və yaradıcılığa əsaslansın deyən sinif otağına aparıram. Bundan əlavə şagirdlərə mövzularla yanaşı onlarda vətəni sevməyi, vətəni qorumağı, bayrağı ucud tutmağı, bir sıra tərbiyə xarakterli öyrət nəsihətlər də verirəm mütəmadi olaraq. Müəllimlərin 2016-cı ildə təşkil olunan Təhsil Nazirliyi tərəfindən təşkil olunan diaqnostik qiymətləndirilməsində 53 bal toplamışdım. Bu il 2026-cı ildə sertifikasiya imtahanında 25 iyun tarixində keçirilən imtahanda isə 55 bal toplayıb imtahandan keçmişəm. Lap gözəl, təbrik edirik sizi Könül müəllimə. Çox sağ olun, Coşma. Könül müəllimə, aqressiv şagirdlə necə davranırsınız? Ümumiyyətlə, aqressiv şagird kimdir? Aqressiv şagird bu iki formada mənim nəzərimdə, indi bəlkə səhv deyirəm, bir məsəl xəstəliyindən dolayı da ola bilər. Xəstəlik yox, ümumilikdə aqressiv şagird deyirəm. Xəstəliyi, o inklüzivliyi qatmayaq bura zəhmət olmaz. Dərsə qulaq asmaq istəmir, narahatçılıq eləyir, öz yoldaşlarını da dərsi pozmağa cəhd eləyir. Belə də. O nadinc şagirddir, aqressiv başqa şeydir. Bununla tamam, indi necə davranırsınız? Fərdi şəkildə davranıram onlarla. Məsəl üçün, onların fərdi şəkildə söhbət eləyirəm. Arada o tənəffüsdə, məsəl istəmirəm də şagirdlərlə söhbət eləyəm. Maraqlanıram, niyə belə olduğunu, tədricən yola gətirirəm də. Yəni, ümumiyyətlə, sinifdə bir o qədər də, dərs ediyim siniflərdə bir o qədər rast gəlməmişəm. İllər ərzində, məsəl, 1-2 nəfər belə ancaq oldu. Baxın, aqressiv şagird kimdir? Aqressiv şagird psixologiyasında daim dəyişiklik olan bir şagirddir. Belə şagirdlərə qarşı, deməli, hökmən diqqətli olmalıyıq. Səs tonumuzu belə şagirdlərə qarşı gözləməliyik. Belə şagirdə qarşı qışqırmaq, tənqid eləmək, həddən artıq çox sərt formada danışmaq olmaz. Diqqətli, həssas, mülayim davranmaq lazımdır. Deməli, aqressiv şagirdi necə müəyyən edirik? İlin əvvəlində diaqnostik qiymətləndirmə aparırıq. Deməli, diaqnostik qiymətləndirmə vasitəsilə şagirdin aqressiv olub-olmadığını müəyyən edə bilərik. Deyəcəksiniz, Coşqun müəllim, diaqnostik qiymətləndirmə nə əlaqə? Diaqnostik qiymətləndirmə, bəli, əlaqəlidir. Diaqnostik qiymətləndirmə təkcə şagirdin bilik səviyyəsini ölçmək üçün deyil. Diaqnostik qiymətləndirmə şagirdlərin aqressiv olub-olmadığını, psixoloji vəziyyətini, öyrənmə tərzini, ümumilikdə şagirdləri tanımaq üçün aparılan bir qiymətləndirmədir. Və müəllim diaqnostik qiymətləndirmə vasitəsilə şagirdin psixoloji vəziyyətini, yəni aqressiv olub-olmadığını müəyyən elədi. Düzdür, xasiyyətini, xarakterini, psixoloji dəyişkənliyini, psixologiyasını müəyyən elədi. Və şagirdin aqressivliyini müəyyən etdi. Tamam, aqressivlik bəs nədən yaranır? Aqressivlik uşaqlarda sevgi əskikliyindən yaranır. Ümumiyyətcə, nəinki uşaqda, hamıda, insanlarda sevgi əskikliyindən. Və bir şagird qəfil valideynindən, dostlarından, yaxın ətrafından, deməli, sevgidən məhrumluq yarananda bu uşaqda aqressivlik başlayır tədricən. Ailədə olan problemlər, uşaqların yoldaşları ilə olan problemləri aqressivliyə gətirib çıxardır. Belə şagirdlərə qarşı müəllim həssas olmalıdır. Şagirdin ən xırda uğurlarını belə qiymətləndirməli, onu ən xırda uğurlarına belə müsbət davranışını tərifləmək, müsbət davranışına müsbət rəylər vermək lazımdır. Və tədricən şagirdə sevgi göstərərək, müsbət davranışlarını diqqətə çatdıraraq şagirdin aqressivliyini, deməli, nə etmək olar? Aradan qaldırmaq olar. Düzdür? Könül müəllimə? Bəli, eşidirəm, Coşqun müəllim. Tamam, yaxşı. Texnologiya fənnini şagirdlərinizə necə sevdirirsiniz? Maraqlı bir sual. Buyurun. Coşqun müəllim, yenə deyirəm də, məktəbdə illərlə olmuşdu emalatxana, hal-hazırda yoxdur. Mən
bayaq dedim, təkrarçılıq eləmək istəyirəm. Zaman keçir, müəllimlər çoxdur. Mən onların 80%-ni məsələn, hətta mənə ağrıq eləsə də mən evdən aparıram. Aha. Adicə Yəni əyani vasitələrlə şagirdlərdə maraq yaratmağa çalışıram. Fənnimə qarşı maraq yaratmağa çalışıram. Düzdür? bəli, onlar canlı görür, sinif otağı da olsa, emalatxana olmasa da o şəraiti onlara yaradıram. Onda onlarda daha çox meyl, maraq daha çox olar. Adicə bir kənara çıxmaq olsun, üzr istəyirəm, bağışlayın, əgər kənara çıxmadısa. Məsələn, adicə elektrikli çaynikin qaynamağını şifahi danışıram. Məsələn, uşaq da deyir ki, məsələn, mən onu belə bilirdim də, anam onu taxırdı, qaynayanda keçirdi, su qızırdı. Ancaq mən onu sinif otağına, məsələn, evdən aparıram, su doldururam, ora toka taxıram və onun necə baş verdiyi, suyun necə isindiyini, məsəl üçün, tamlığıyla onlara başa salıram. Məsələn, uşaqlar deyirdi, biz belə bilmirdik də, ancaq fikirləşirdik, taxıldı toka isindi. Onun iş prinsipini mən onlara başa salıram, özlərinin öyrənməyini, fizika fənni ilə əlaqələndirirəm, o necə baş verdi, yəni də fizika fənninə inteqrasiya edirik. Elə də imkan daxilində, məsəl üçün, o alət tərtibatları aparıb, mən onun iş prinsipini və s. imkan daxilində onlara sinif otağında özlərinin öyrənməsi ilə, özləri də qoşulur dərsə, maraqları olur. Məsəl üçün də bax belə. Təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun, coşun. Aha. Günel Kazımova. Salam, hər vaxtınız xeyir. Hər Mən vaxtınız- Kazımova Günel Cavid Aha. qızı 1999-cu il dekabrın 2-sində Gəncə şəhərində anadan olmuşam. 2005-ci ildə Gəncə şəhər Şahsman Xətai adına 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2015-ci ildə Gəncə Musiqi Kollecinə daxil olmuşam və 2019-cu ildə bitirmişəm. 2021-ci il müəllimlərin işə qəbul imtahanında uğurlu nəticə göstərərək Gəncə şəhərində yerləşən Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətimi davam etdirirəm. Sertifikasiya balım da 48 baldır. Üzr istəyirəm. 48 baldır. İxtisasınız nə oldu Günel müəlliməmiz? Musiqi. Musiqi. Yaxşı. Günel müəllimə, siz fənninizi şagirdlərə necə sevdirirsiniz musiqi fənnini? Fənnin şagirdləri necə sevdirirəm? Bəli. Yəni dərsi fərqli üsullarla keçirəm, rollu Aha. oyunlarla. Məsəl üçün Hı. hər hansısa bir bəstəkarın sinifdə hər hansısa bir tamaşasını uşaqlarla onun tamaşa şəklində oynadıram. Dərsi xüsusi video görüntülərlə, əyani vasitələrlə, Əyani vasitələrlə istifadə Bəli. edirsiniz. Tamam. Yaxşı. Konstruktiv və yaxud da destruktiv rey nədir? Konstruktiv rəy, yəni uşaqlara destruktiv rəy, yəni necə deyim, mənfi rəydir. Aha. Uşaqlara yəni mənfi rəylərdir. Sən bunu edə bilməzsən, bu səndə yaxşı alınmır. Yəni belə rəylərdir. Konstruktiv rəydə şagirdləri yəni Destruktiv dağıdıcı rəydir də, Dağıdıcı düzgün rəydir, olmayan bəli. rəydir, qaydalara uyğun formada olmayan rəydir. Bəs konstruktiv rəy nədir? Konstruktiv rəy verən zaman nələrə diqqət yetirməliyik? Buyurun. Konstruktiv rəydə şagirdlərə düzgün yol istiqamət, yəni göstərmək üçün verilən rəydir də. Məsələn, necə deyim, uşaqlara motivasiya kimi də, bu səndə əla alınır, sən bunu yaxşı Aha. bacarırsan. Tək Yəni bu gün dərsi motivasiyadır mı sən rəydə? Tək motivasiyadır mı rəy? Konstruktiv rəy necədir? Yəni konstruktiv rəydə yəni şagirdlərə necə deyim, ancaq elementar inkişaf etdiriləcək yəni rəylərdir də. Yəni şagirdlərin inkişafında Baxın, rəy nədir? Rəy şagird necə fəaliyyət göstərir? Şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Baxın, rəy necədir? Şagird necə fəaliyyət göstərib, şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Bu iki elementin birləşməsi bizə konstruktiv rəy verir. Yəni rəydə müəllim şagirdin hal-hazırda necə fəaliyyət göstərdiyini və daha yaxşı gələcəkdə necə fəaliyyət göstərəcəyini deməlidir. Misal üçün deyirəm ki, Aydan, bugünkü dərsə cavabından görürəm ki, sən bugünkü dərsə çox çalışmısan. Ancaq məsələlərdə çətinlik çəkirsən, daha çox məsələ həll elə, bunun öhdəsindən gələcəksən. Deməli, Aydanın bugünkü vəziyyətini mən bildirdim ki, Aydan, sən bugünkü dərsə cavabından gördüm ki, sən bugünkü dərsə çox çalışmısan, ancaq məsələ həllində çətinliyin var. Daha çox məsələ həll eləsən, neyniyərsən? Bunun Yaxşı. öhdəsindən gələcəksən. Deməli, necə fəaliyyət göstərib, daha yaxşı necə fəaliyyət göstərə bilər var. Deyirəm, misal üçün, Aytac, Aydan yox, misal üçün, Seymur.
Sən bugünkü dərsə cavabından görürəm ki, dərsə çox yaxşı çalışmısan. Məsələlərin hər birini səhvsiz həll elədin. Bu çox yaxşıdır. Ancaq sual-cavabda əvvəlki dərslərin sualları ilə bağlı verilən cavablarında yanlışlıq var idi. Yanlışa yol verdin. Sən əvvəlki dərsləri təkrar elə ki, yadından çıxarmayasan. Görürsüz, burada da artıq mən Seymura başqa bir üzr istəyirəm, başqa bir rəy verdim. Deməli, rəy verən zaman şagird necə fəaliyyət göstərir və şagird daha yaxşı necə fəaliyyət göstərə bilər? Bu elementləri deməli vurğulamaq lazımdır. Bəs yaxşı, rəy verən zaman keçmişə deyil, gələcəyə yönəlməlidir rəy xüsusiyyətləri. Emosiya deyil, idrakla, məntiqlə rəy vermək lazımdır. Rəy verən zaman həssaslıqla çatdırmaq lazımdır. Yəni rəy nə şagirdi danlamaq deyil, nə də şagirdi tərifləmək deyil. Yəni rəy şagirdin vəziyyətini bildirmək lazımdır. Müsbət məqamdan başlamayıb, müsbət məqamdan bitməlidir. Ortada çatışmazlığı da demək lazımdır rəydə. Vaxtında vermək lazımdır rəyi, dəyərli yoldaşlar. Və bu rəyin də bu xüsusiyyətləri vardır. Yaxşı, müəllim əmi, siz bizə deyin görək, qruplarla iş nədir? Necə iş aparırıq qruplarla işi? Üstün və çatışmayan tərəfləri qruplarla işin hansılardır? Mənim qruplarla iş 3-4, 5-6 nəfər, yəni birlikdə təşkil olunan işdir, qruplarla iş. Aha, Yəni şagirdlər qruplarla, yəni püşkatmadan istifadə edirlər. Yəni belə bölünür, yəni da belə qruplara. aha. Qruplarla işin də faydası ondan ibarətdir ki, yəni Müəllim bölür şagirdlər şagirdləri qruplara və rolları müəllim müəyyən Aha, edir daha çox. Aha, sonra? bəli. Yəni faydası da ondan ibarətdir ki, yəni şagirdlərin yaxşı inkişaf zonası güclənir, əməkdaşlıq, ünsiyyət, yəni birgə işləmək bacarıqları inkişaf edir və Yaradıcılıqları yüksək olur. yaradıcılıq bacarıqları da inkişaf edir. Aha. Bəs yaxşı, qruplarla işin bir də çatışmayan tərəfləri var. Onlar hansılardır? Çatışmayan cəhətləri, Aha. Şagirdlər fikir yəni ayrılığına düşürlər qruplarla işdə. Aha. bəli, düşürlər. Sonra bəziləri çox, bəziləri az işləyir. Narazılığa gətirib çıxardır. Olurmu qruplarla işdə? Fikir ayrılığına düşürlər. Bəziləri çox, bəziləri az işləyir. Narazılığına, bu da şagirdlər arasında narazılığa gətirib çıxardır. Qiymətləndirmədə misal üçün müəllim düzgün qiymətləndirmədikdə lazımsız rəqabət yarana bilir. Bax bu kimi problemləri ola bilər qruplarla işin. Xaotik səs-küy ola bilir qrup işi, qaydaları olmadıqda xaos yaranır. Aydın oldu? Bəli. Yaxşı, təlim nəticəsi anlayışı nədir Günel müəllimə? Yəni təlim nəticəsi, yəni dərsin yəni Təlim nəticəsi anlayışı nədir? təlim nəticəsi anlayışı, yəni Bəli. dərsin mən gedişdə necə deyim, bir 45 dəqiqə içində, yəni verilən şagirdlər nələri öyrənir. O gündəlik təlim nəticəsidir. Ümumi bir təlim nəticəsinə deyin, zəhmət olmasa. Təlim nəticəsi. Yox, təlim nəticəsi də, ümumi təlim nəticəsi yox. Təlim nəticəsinin ümumi təlim nəticəsi odur ki, əldə olunacaq təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilmiş konkret bir səviyyəsidir. Yəni sonda hansı bir təlim nəticəsi, deməli, təlim nailiyyəti şagirdlər tərəfindən əldə olunacaq, həmin o əldə olunacaq təlim nailiyyətini şagirdlər tərəfindən, müəllim tərəfindən əvvəlcədən müəyyən olunması. Təlim nəticəsi, misal üçün bir neçə təlim nəticəsi var. Yəni sonda əldə olunacaq nəticələr əvvəlcədən müəyyənləşdirilir burada. Sonda şagird hansı bilik bacarıqlara deməli əldə edəcəklər bilik bacarıqlar var. Fənnin, sinifin sonu üçün təlim nəticəsi. Misal üçün bu nə deməkdir? Bir ilin sonunda, bir təhsil ilinin, tədris ilinin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Aydındır? Bir tədris ilinin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Şagird hansı işi görəcək? Burada bu fənnin, sinifin sonu üçün təlim nəticəsidir. Var, misal üçün, fənnin təhsil səviyyəsi üçün təlim nəticəsi. Misal üçün, bir təhsil səviyyəsində ibtidai, orta, tam orta, 1-dən 4-ə, 5-dən 9-a, 10-11-ci siniflərdə. Misal üçün, 1-ci sinif müəllimi sentyabr ayında ana dilindən dərsə başlayır, bilir ki, mən 4-cü sinifin sonuna qədər, yəni 1, 2, 3, 4 il ərzində şagirdlərə
hansı bilik bacarıqları reallaşdıracam? Buna fənnin təhsil səviyyəsi üçün bir təlim nəticəsi deyilir. Aydın oldu və bir də Bəli. gündəlik təlim nəticəsi var. Gündəlik təlim nəticəsi nədir? Bir akademik dərs saatının Bəli. sonunda, yəni bir 45 dəqiqənin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək, düzdür? Gündəlik Bəli. təlim nəticəsi nədən çıxarılır Günel müəllimə? Mənim smart qaydasından çıxarılır, yəni Smart spesifik qaydasına əsasən nədən? Alt standartdan. Hə, yerdən deməyək, Nemət müəllim, səsi bağlayın. Günel müəllimə, Bəli. gündəlik Gündəlik- təlim nəticəsi alt standartdan Alt standartdan çıxarılır. çıxarılır. Bəli, smart abreviaturasına, qaydasına əsasən. Yaxşı, Çıxarılır. Günel müəllimə, məzmun xətti nədir? Mən məzmun xətti hər bir fənnin özünün məzmun xətti var. Yəni məzmun xətti yəni dəyişməzdir. Yəni fənlər arasında, yəni hər fənninki ayrı olduğunu amma necə deyim? Yəni fən üzrə nəticələrin reallaşmasını təmin etmək üçündür də. Yəni məzmunun zəruri hissəsidir. Ana xətti, Fənn şagirdlərdə üzrə ümumi formalaşdıra təlim biləcəyi nəticələrinin reallaşmasını təmin etmək üçün, fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. hissəsidir. Ana xəttidir, leytmotivdir. Aha, fənninizin məzmun xəttini sadalayın, zəhmət olmasa. Mən musiqi aləmi, emosional dəyərləndirmə, bir də musiqi fəaliyyəti. Aha, musiqi, tamam, musiqiyə aid. Yaxşı, çıxış bileti nədir müəllimə? Mən çıxış bileti, yəni refleksiya üsuludur da, yəni çıxış bileti Üsuludur. də. Aha. Bəli, yəni dərsdə mən şagirdləri, yəni dərsin sonunda şagirdlər yəni nələri öyrəndilər, nələri öyrənmək istəyirlər. Yəni bir 45 dəqiqənin ərzində, yəni dərsin sonuna 10-15 dəqiqə qalmış aparılır, yəni sual-cavab vasitəsilə. Sonra yəni belə idi da. Çıxış bileti refleksiya üsuludur. Yəni müəllim dərsdə çıxış bileti üsulundan geniş refleksiya, yəni geniş istifadə edə bilər. Dərsin sonuna 5 dəqiqə qalmış lövhədə refleksiya sualları yazır. Bu gün dərsdə nələri öyrəndim? Gələn dərs üçün nələrə diqqət yetirməliyəm? Mən nələr üzərində daha çox çalışmalıyam? Şagirdlər də bu suallara vərəqlərdə cavab yazır. Sonra o müəllim o vərəqləri yığır və baxır, araşdırma aparır, təhlil aparır həmin o nəticələrə əsasən. Düzdür? Bəli. Differensial təlim nədir Günel müəllimə? Differensial təlim, Bəli. mən necə deyim, yəni təlimdə yəni şagirdlərə yəni bərabər yanaşmaqda, necə deyim, şagirdlər ayrı seçkiliyin qoyulmamasıdır, hər kəsə eyni yanaşmaqdır, təlimdə bərabər imkanların yaradılmasıdır. Sinifdə suallar verərkən şagirdlərin çətinlik dərəcəsinə uyğun yəni suallar verilməlidir. Yəni yaxşı oxuyan şagirdə yəni potensialı yəni yaxşı sual verilməlidir. Zəif şagirdə yəni onun nəticəsinə uyğun yəni də elə yəni çətin sual vermək olmaz da elə şagirdlərə. Differensial təlim şagirdin fərdi-fərqli xüsusiyyətlərinin nəzərə alınmasıdır. Differensiallığın 5 komponenti var. 1. Məzmun komponenti. 5 yox, üzr istəyirəm. Differensiallığın 4 komponenti var. Birinci məzmun komponenti. Yəni differensiallıq nədir? Fərdi-fərqli yanaşmadır. Birinci gəlir deməli dəyərli yoldaşlar, məzmun komponenti. Məzmun komponenti nədir? Məzmun komponenti odur ki, hər bir şagirdin səviyyəsinə uyğun formada tapşırıqlar vermək. Söhbət formativ tapşırıqlardan gedir, summativə aidiyyatı yoxdur. Summativə hamıya eyni standart tapşırıqlar verir. Çünki summativin məqsədi şagirdlərin öyrəndiklərini müqayisə eləməkdir, kim nə qədər öyrənib. Amma formativin məqsədi isə tam fərqlidir. Formativin məqsədi isə şagirdi öyrətmək, inkişaf etdirməkdir. Deməli, formativ tapşırıqlar zamanı müəllim məzmun komponentində nə edir? Şagirdlərin çətinlik səviyyəsinə uyğun tapşırıqlar verir. Aydındır, bəzilərinə çətin, bəzilərinə rahat tapşırıqlar verir, bəzilərinə daha çox dəstək olur. Bu məzmun komponentidir. İkinci gəlir proses komponenti. Proses komponentini isə müəllim şagirdlərə tapşırıqlar verən zaman
Bu zaman şagirdin çətinlik səviyyələri yox. Bu zaman şagirdin öyrənmə tərzlərinin nəzərə alınmasıdır. Məsəl üçün, sual olunur ki, öyrənmə tərzləri neçə yerə bölünür? 4 yerə. Oxuyub yazaraq, audial öyrənmə, vizual öyrənmə, kinestetik öyrənmə. Yəni bu 4 dənə şagirdin öyrənmə tərzinə uyğun tapşırıqlar verirsən. Məzmunda səviyyəsinə uyğun tapşırıqlar verirsən. Prosesdə şagirdin öyrənmə tərzinə uyğun tapşırıqlar verirsən. Var nəticə komponenti. Şagird bunu öyrəndi, gətirib sənə. Salam müəllimlər. Deməli, növbəti müsahibə qrupumuz iyul ayının 20-sində başlayır. Deməli, müsahibə dərslərimiz 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqram vasitəsilə həyata keçirilir. Zoom proqram vasitəsilə avqust ayından etibarən isə avqust ayından həftədə hər gün dərs keçiriləcək. Həftədə deməli hər gün 7 dəfə dərs olacaq. Hələ ki 1-3-5 saat 18:00-dadır dərslərimiz. Deməli dərslərimiz Zoom proqramı vasitəsilədir və hər bir müəllimi tək-tək mən sual-cavab edirəm. Müsahibə əsasında deməli sertifikasiya müsahibə qruplarımızda hansı dərslər keçirilir? Sinif idarəetmə bacarıqları, şagirdləri qiymətləndirmə bacarıqları, tədris prosesinin təşkil olunma bacarıqları, özünü təqdim etmə bacarıqları və icmal. İcmalı yazma qaydası, icmal nümunələri atılır və əlavə icmal istəyən müəllimlərə isə əlavə dəstək göstərilir. İcmallar, onlara fərqli icmallar müəyyən ödənişlə atılır. Dərslərimizin qiyməti 25 manatdır və 20 iyul ilk dərsimiz sıfırdan təzə qrupumuz başlayır. Və dərs prosesində heç bir dərslik vəsait almırsınız. Bütün dərs PDF-lərini özüm göndərəcəm sizə. Hər birini, bütün PDF-ləri özüm göndərəcəm. Deməli, dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Və həmçinin onu da qeyd edim ki, yəni birinci turdan uğurla keçmisiniz. İkinci turu şansa buraxmayın. Bizim müsahibə qruplarına qoşulan bütün müəllimlər müsahibədən uğur qazanıb, yəni bizim müsahibə mərhələsinə qoşulan müəllimlərin hər biri müsahibədən keçib, heç kəsilən olmayıb. Siz də bizim müsahibə qrupuna qoşulun ki, işinizi qarantiya altına alın və ondan əlavə də, yəni misal üçün keçən il icmala görə nə qədər müəllimi kəsdilər, ən düzgün, yəni icmal yazıb aparmışdılar, amma düzgün aparmamışdılar. Ən düzgün icmal nümunələrini də biz sizə təqdim edəcəyik və o icmallarla da müsahibədən keçmək sizin üçün rahat olacaq. Dərslərə qoşulmaq üçün göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Təqdim eləyir. Gətirib sənə təqdim eləyən zaman, misal oxuyub yazaraq öyrənən şagirdlər yazılı tapşırıqlar verir. Audial öyrənən tapşırıqlar sənə audial, səsli danışır. Vizual öyrənənlər sənə vizual tapşırıqlar verir. Aydın oldu müəlliməmiz? Bəli. Aha. Bu nəticə komponenti. Bir də qiymətləndirmə komponentidir. Qiymətləndirmə komponentində isə müəllim hər bir şagirdə uyğun formada, diferensial formada qiymətləndirmə rəyləri verir. Aydındır? Deməli, diferensiallıq nədir? Şagirdin fərdi, fərqli xüsusiyyətlərinin nəzərə alınmasıdır. 4 komponenti var. Deməli, hansılardır? Məzmun komponenti, proses komponenti, nəticə komponenti, qiymətləndirmə komponenti. Məzmun komponenti odur ki, şagirdlərə tapşırıq verən zaman onların akademik səviyyələrini gözlə. Proses komponenti odur ki, şagirdlərə tapşırıq verən zaman öyrənmə tərzlərini gözlə. Nəticə komponenti odur ki, şagirdlər sənə gətirib öyrəndiyini təqdim edən zaman öyrənmə tərzlərini gözlə. Qiymətləndirmə komponenti odur ki, şagirdlərə uyğun formada rəylər ver, düzgün formada rəylər ver. Aydındır? Bəli. Yaxşı. Tamam. Motivasiya nədir? Sinifdə motivasiyanı necə qurursunuz? Sinifdə motivasiyanı necə qururam? Yəni şagirdlərin maraq və tələbatlarını nəzərə alaraq, şagirdlər mövzu necə, yəni öyrənmələrinə baxaraq, bəzi şagirdlər var, məsəl üçün şifahi öyrənirlər, bəziləri var, yəni video görüntülərlə. Bu Yəni dediyiniz diferensiallıqdır axı. Yəni motivasiya, yəni şagirdlərin diqqətini cəlb etməkdir də. Yəni şagirdlərin diqqətini cəlb etmək Motivasiya şagirdin diqqətini dərsə cəlb eləmək, şagirdi dərsin qarmağına keçirmək deməkdir. Aydındır?
Bəli. Deməli, motivasiya şagirdi dərsin qarmağına keçirmək, dərsə cəlb eləmək. Biz dedik ki, dərsdə misal üçün şagirdlər gəlir, hərəsi müxtəlif ailələrdən, hərəsi müxtəlif formalarda, hərəsi müxtəlif yanaşmalarda şagirdlər dərsə gəlirlər. Biri misal üçün başqa formada, biri başqa formada və misal üçün də və yaxud da günümüzdə sosial şəbəkələr, oyunlar və sair hərəsinin hər bir şagirdin fikri başqa bir yerdə ola bilər. Hətta pedaqoqlardan biri belə söyləmişdi ki, deməli, motivasiya şagirdin dərsin qarmağına keçirməkdir. Yəni belə də adlandırmışdı ki, yəni şagirdi dərsə motivasiya eləmək, sanki şagirdi dərsin qarmağına keçirməkdir kimi anlama gəlir. Aha, və burada müxtəlif yollarla müəllim şagirdi dərsin qarmağına, yəni dərsə cəlb eləyə bilər. Dərs təkcə dərsin əvvəlində yox, dərs prosesində ehtiyac yaranarsa bir neçə dəfə motivasiyadan istifadə edə bilər. Misal üçün, əyani vasitələr gətirə bilər sinifə. Misal üçün, video çarx, audio çarxdan istifadə edilə bilər. Musiqi içərisində musiqi parçası dinlədə bilər. Rəsm dərsində rəsm əsəri gətirə bilər. Və yaxud da misal üçün, şagirdlərə hansısa bir maraqlı deməli, hadisə, situasiya danışa bilər. Dərsi həyatla əlaqələndirə bilər. Proaktiv düşündürücü açıq suallar verə bilər. Müəllimin özü dərsə həvəslə yanaşa bilər. Bax, müəllimin özü enerji olmaq, həvəssiz olsa şagird də həvəssiz olacaq. Düzdür? Bəli. Yaxşı. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Sevinc Əsədova. Axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Bir də müəllimlər ürəkli olun, əl qaldırın, müsahibə edim hər birinizi. Bir 5-2-3 nəfər qaldı elə əl qaldıran. Sevinc Əsədova, özünüzü təqdim edin. Zəhmət olmasa digər müəllimlər də ürəkli olun, əlinizi qaldırın və müsahibə edeyim sizi. Buyurun, özünüzü təqdim edin Sevinc müəllim. Mən Əsədova Sevinc Əbdülqasım qızı, Aha. 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi və ali məktəbi Bakı şəhərində bitirmişəm. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin deməli fərqlənmə diplomu ilə bitirmişəm və 2012-ci ildə magistr dərəcəsində fərqlənmə diplomu ilə bitirmişəm. Bu ilki sertifikasiya mərhələsində də 55 bal toplamışam. Ay maşallah, təbrik edirəm sizi. Çox sağ olun. Hə, 50 balı keçmirsiniz, 35% artıma düşmüsünüz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Yaxşı, siz mənə deyin görüm, sinifi, dərsi necə idarə edirsiniz? Sinifi deməli ümumiyyətlə indiki təhsil prinsiplərinə uyğun olaraq şagird yönümlülük, bərabər yönümlülük prinsiplərini nəzərə alaraq dərsə hazırlaşıram, gündəlik planlaşdırmanı aparıram, uşaqların maraq və tələbatlarını nəzərə alıram ki, onlar üçün maraqlı olsun, onlar dərsə daha yaxşı cəlb olunsunlar və mən görürəm ki, belə metodika ilə işləyəndə həqiqətən də yaxşı nəticə əldə etmək olur. Aha, yaxşı. Deməli, siz deyin görək bizə zəhmət olmasa, yəni baxın, sinifi necə idarə edirəm? Demokratik üslubda şagirdin maraq və tələbatlarını nəzərə alıram, demokratik üslubda dərs keçirəm, subyekt prinsipinə əməl edirəm, prosedurlar, qaydalar, deməli, gözləntilər vasitəsilə sinifimi idarə edirəm. Yaxşı, şagirdləri müstəqil öyrənməyə necə sövq eləmək olar ki, şagird müstəqil öyrənsin, müstəqil bacarıqlar, öyrənmə bacarıqları inkişaf eləsin onda? Məsəl üçün, ingilis dilində belədir ki, hər hansı bir mövzu verilə bilər. Aha. Essay məsələn yazmaq. Təbii ki, bir esseni verib də burada diferensiallığı biraz nəzərə almaq lazımdır. Bəli. Hansısa mövzu kiməsə maraqlı olar, kiməsə maraqlı olmaz. Ona görə də bir neçə mövzu verə bilər, 3 mövzudan birini seçin və məsələn 150 sözdən ibarət bir essay yazın və burada artıq onları müstəqil öyrənməyə elə bir sövq eləyirik ki, onlar özləri istədiyi mövzunu seçirlər, maraqlarına uyğun və işləyirlər və ya hər hansı bir layihə verə bilərik, presentation hazırlaya bilərlər. Ay, sağ olun. Və bunlar hamısı məncə müxtəlif iş üsullarından istifadə edib də bunu elə yaratmaq olar onlarda bu işləməyə həvəsi. Tamam, əla. Dərsdə hansı iş üsullarından istifadə edirsiniz Sevinc müəllimə? Ümumiyyətlə fənnimiz belədir ki, daha çox danışığa üstünlük verdiyinə görə. Düzdür, bizdə dinləyib anlama, yazma və s. hamısı var, amma dil belə şeydir ki, onu mütləq istifadə eləmək lazımdır. Ona görə də qrup işləri, diskussiya, debatlar daha çox istifadə olunur.
ziqzaq iş üsulundan, debat iş üsulundan və s. daha çox Fryer istifadə modeli, məsəl üçün sizin fərninizə uyğun fryer modeli ola bilərmi? Bəli, Sözlərlə bəli. öyrənmədir də. Öyrənmə. Fryer sırf sizə o modeli ingilis dilinə uyğundur. Dərsin əvvəlində Beyin həmləsindən istifadə eləmək olar. beyin həmləsi Ziqzaq iş üsulundan istifadə eləmək olar. olur, bəli. Insert iş üsulu sizə, bibo iş üsulu sizə uyğundur. Syncvein iş üsulu sizə uyğundur. Aha, mətnlərlə iş zamanı Syncvein iş üsulundan istifadə eləmək olar. Rollu oyun hansısa bir oxuyan zaman, deməli, Bəli. mətni oxuyan zaman o rollu oyun səhnəsi Canlandırma. canlandırma, sinif künclərindən istifadə eləmək olar. Mən kiməm iş üsulundan istifadə etmək olar və s. Yaxşı, reaktiv, proaktiv yanaşma nədir müəlliməmiz? Necə deyə bilərsiniz bizə? Reaktiv, proaktiv yanaşma özünün deməli qabaqcadan hər hansı bir situasiyaya uyğun olaraq planı olan müəllimədir, gözləntisi, Aha. proseduru, qaydası olan müəllimədir. Amma reaktiv isə həmin vaxt nə edəcəyini bilmir, təşvişə düşür, hədə-qorxu gəlir. Yəni aqressiv davranır, çünki qabaqcadan özünün proseduru, gözləntisi və planı yoxdur ki, belə olsa mən nə edərdim? Tamam. Yaxşı, siz bizə deyin görək zəhmət olmasa. Deməli, müəllim əgər bax, sualı biraz dəyişim. Kurikulumu siz bəyənirsiniz, müasir tədris metodikasını və sizcə kurikulumu bəyənirsinizsə niyə bəyənirsiniz? Hansı üstünlükləri var ənənəvi təhsildə? Hal-hazırdakı kurikulum müasir kurikulumdur ki, burada da elə bil ki, subyekt və obyekt əsas, subyekt və obyekt deyil əsas. Yəni müasir kurikulumda müəllim ön planda deyil, şagirdlə müəllim eynidir. Subyekti demokratik üslubda keçirilir. Yəni bu prinsiplərinə görə bərabər hüquqluluq, şagird yönümlülük, şəxsiyyət yönümlülük və s. bu prinsiplər əsasdır deyənə və burada artıq müəllim ön planda deyil, müəllim avtoritar deyil, avtoritar üslub artıq öz hüququnu itirib elə bil. Ona görə də məncə bu yeniliklər var və kimsə bəyənməyə bilər, kimsə bəyənə bilər, amma məncə töhfəsi çoxdur təhsilə. Aha, bax, əsasən kurikulumda ən birinci bəyəndiyimiz bir neçə məqam var. Birinci, inklüziv təhsilin üstünlük verilməsi, yəni təhsilin hər kəs üçün əlçatanlığını deyə bilərik. Şagirdləri biliklərlə bərabər bacarıqların da formalaşdırılmasına deməli üstünlük verilməsi. Sonra qiymətləndirmədə deməli daha çox deməli inkişaf etdirici, yekunlaşdırıcı yox, inkişaf etdirici qiymətləndirməyə üstünlük verilməsi. Məsəl üçün, biri var yekunlayıcı qiymətləndirmə, yekun. Misal üçün, əvvəllər biz gündəlik qiymətləndirməmiz necə olurdu? Yekun, 5, 4, 3, 2. Amma indiki gündəlik dərs boyu verilən qiymətləndirmə, inkişaf etdirici qiymətləndirmədir, istiqamətləndiricə qiymətləndirmə xarakter daşınması bu kurikulumun əsas üstünlük cəhətlərindən biridir. Aydındır? Yaxşı, hiperaktivlik nədir? Hiperaktiv şagirdlərlə necə davranırıq? Hiperaktivlik bu bol enerjisi olan şagirdlərdir. Yəni bir yerdə oturmağa bacarmırlar. Daha çox belə şagirdlərə Kinestetik tapşırıqlar veririk. bəli, tapşırıqlar, onlar məsəl üçün hər hansı bir məsələn bizim fənnimizdə belə olur ki, hansısa bir kağız formasında mən suallar hazırlayıram və uşaqlara paylayıram. Məsələn, musiqi qoyuram və musiqini mən dayandıranda deyirəm ən yaxınında duran insana sualı ver. Və onlar çox sevirlər. Hiperaktiv şagirdlər belə çox sevinirlər ki, həmin vaxt ərzində onlar ayaq üstədilər, gəzirlər, hərəkətdədirlər, eyni zamanda öyrənirlər, eyni zamanda öyrəndikləri qrammatikanı da tətbiq edirlər. Ona Tamam. görə onlara maraqlı gəlir. Yaxşı, planlaşdırma nədir və planlaşdırma nə üçün vacibdir müəllimə? Planlaşdırma illik planlaşdırma və gündəlik planlaşdırma olur. Və illik gündəlik planlaşdırmada, yəni gündəlik bu gün ərzində biz 45 dəqiqə ərzində nə keçəcəksə, onun orada standartı, məzmunu, iş üsulu, forması və s. kimi qeyd edirik və artıq biz bilirik ki, bugünkü dərsimizdə sonda hansı təlim nəticəsini biz əldə etməliyik. Və hansı qiymətləndirmə üsulundan istifadə edəcəyik, hansı meyarlarımız var. Eləcə də illik planlaşdırmada da orada da mövzular, standartlar və s. qeyd olunur. Yəni Ümumiyyətcə planlaşdırma iki yerə bölünür. İllik və gündəlik planlaşdırma.
Və ümumiyyətcə planlaşdırma nədir? Müəllimin prosesi daha səmərəli qurması üçündür. Misal üçün, gündəlik planlaşdırmadan götürək də. Gündəlik planlaşdırma dərs ərzində müəllimin dərsi daha səmərəli qurması, dərsdə differensial yanaşmağa imkan verir, dərsdə istifadə edəcəyi üsulları, deməli, istifadə edəcəyi qiymətləndirməni və hansı sonda şagirdlərlə hansı bilik bacarıqlara deməli, yiyələnəcək, onu əvvəlcədən planlaşdırmada qeyd edir. Dərsdə istifadə yəni keçdiyi mərhələləri ardıcıllıqla qeyd edir. Dərs differensial planlaşdırma dərsin axıcı olmağına gətirib çıxardır. Deməli, dərsi daha da maraqlı edir. Planlaşdırma dərsi daha da axıcı edir. Vaxt itkisinin qarşısını alır. Planlaşdırma səmərəli yəni qurulması üçün yəni planlı iş önəmlidir. Düzdür? Yaxşı. Geriyə planlama texnikası nədir bəs? Buyurun. Geriyə planlama texnikası Nə orada 3 şərqə məqam var. Onu desəz bəs eləyir. bəlkə ola bilər ki, məsələn, hansısa diaqnostik Geriyə planlama texnikası planlaşdırma hazırlamağın texnikasıdır. İllik planlaşdırma hazırlayanda da, gündəlik plan hazırlayanda da geriyə planlama texnikasından istifadə olunur. Birinci nədir? Təlim nəticəsini, ikinci qiymətləndirmə, üçüncü fəaliyyət. Təlim nəticəsi, qiymətləndirmə, fəaliyyət bu üçünə diqqət yetiririk. Oldu? oldu. Tamam. Yaxşı. Konfidensiallıq nədir? Konfidensiallıq Aha. gizlilik deməkdir. Yəni hər hansı bir şagirdin ailəsi, valideyn haqqında olan məlumatı bunu bütün sinifə, valideyn iclasında hamıya elan eləmək olmaz. Çünki sən gizliliyi qorumalısan bir müəllim kimi. Məsələn, hər hansı bir uşağın problemi ola bilər. Onu səninlə və ya psixoloqla bölüşə bilər. Sən onu vurğulamamalısan, bildirməməlisən nə müəllim əməkdaşlarına, nə də hər hansı bir toplum yerdə uşaqlara, iclasda valideynlərə və s. Yəni bu məxfiliyi qorumalısan. Tamam. Əla. Yaxşı. Metakognitiv bacarıq nədir və şagirdlərdə metakognitiv bacarığı necə formalaşdıra bilərsiniz? Metakognitiv bacarıqlar o şagirdin özü üçün, yəni məncə belə idi ki, bilir ki, məsələn, mən hansı Aha. metoddan istifadə eləsəm yaxşı öyrənə bilərəm, hansı üsul mənə kömək eləyir, məsələn, imtahana necə hazırlaşa bilərəm. Elə uşaq var, sadəcə dinləyir, eləsi var, oxuyur, qeyd aparır. Bu belə bacarıqları olan şagirdlərdə artıq metakognitiv bacarıq inkişaf etmiş olur. Özü haqqında olan bacarıqlar metakognitiv bacarıq. Bəli, bəli. Aha. Deməli, bunu necə formalaşdırmaq olar? Şagirdlər özləri esse yaza bilərlər, fərdi iş forması, özünü qiymətləndirmə, refleksiya üsulu vasitəsilə, refleksiya üsulları vasitəsilə diaqnostik qiymətləndirmə aparmaq olar. Düzdür? Sinxron, asinxron dərslər nədir? Hansı dərslərdir? Sinxron dərslər məsəl üçün biz bilirik ki, həftədə 2 dəfə saat 6-da, məsələn 3 dəfə 1, 3, 5-ci günlər saat 6-da dərs var. Bu sinxron dərsdə hamı eyni vaxtda qoşulur. Aha. Bax, hal-hazırda bizim dərsimiz hansı dərsdir? Hal-hazırda bizim dərsimiz sinxron dərsdir. Onlayn sinxron dərsdir. Tamam. Bunun üstün cəhətləri, xüsusiyyətlərini sadalayın. Yəni vaxt hamı üçün məlumdur. Dərslər əvvəlcədən müəyyənləşdirilmiş, eyni vaxtda keçirilir. Bəli, 1-ci, 3-cü, bəli. 5-ci günlər saat 18:00-da. Vsyo. Bəli, bəli. Sonra müəllim şagird arasında qarşılıqlı əks əlaqə yaranır. Müəllim Bəli, əlaqə var, ünsiyyət Bəli, bəli. qurulur. Beyin həmləsi kimi texnikalardan istifadə eləmək olur. Mən sual verirəm, siz düşünüb cavab verirsiniz. Düzdür? Anında rəy verilə bilir. Anında sual verirsiniz, rəy verə bilirəm. Düzdür? Aha. Bu sinxron dərs. Bəs asinxron dərslər hansılar? Asinxron dərslərdə isə məsələn hal-hazırda siz dərsdəyik və siz bu dərsi qeyd edirsiniz. Bu dərsə daha sonra 2 gün sonra kimsə baxacaq bu video materiala. Və yaxud da bu danışdıqlarımı izahlı formada mən indi sizə atacağam. Həmin o dərslərə nə vaxt istəsəz girib baxacaqsınız. Bu asinxron dərsdir. Bəli. Deməli, dərsi analiz edib təhlil etməyə daha çox vaxt olur. Öyrənmə sizə uyğun vaxtda baş verir. Dəfələrlə baxmaq olur. Bu da asinxron tədrisinin dərsin üstünlükləridir. Aydın oldu? Təşəkkür edirəm Sevinç müəllimə. Çox sağ olun. Sağ olun. Sərxan Hüseyn.
Sərxan Hüseyn adı ilə qoşulan müəllim kimdir? Axşamınız xeyir Coşqun. Axşamınız xeyir. Adınız necə oldu müəllimə? Orucova Ülviyə. Ülviyə müəllimə Olcuyova. Özünüzü təqdim edin zəhmət olmasa. Deməli, mən Orucova Ülviyə İbrahim qızı 1974-cü ildə Ağdam rayonunda anadan olmuşam. 1991-ci ildə Ziyəddin Göyçoğlu adına Bəhmətli kənd orta məktəbini bitirmişəm. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu bitirmişəm. Tarix müəllimliyi ixtisasından. 24 il pedaqoji stajım var. Müəllimlik fəaliyyətində Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak eləmişəm. 2012-ci ildə xüsusi istedada malik şagirdlərlə işin təşkili prosesi seminarda iştirak eləmişəm 36 saatlıq. 2016-da diaqnostik qiymətləndirmə keçirildi, təhsil verənlərin diaqnostik qiymətləndirilməsi. Həmin imtahanlarda 50 bal toplamışam. 2026-cı ildə 24 iyunda da təhsil verənlərin sertifikasiyasında iştirak eləyərək 53 bal toplamışam. Pedaqoji fəaliyyətimdə müəllim olaraq çalışıram ki, hər zaman innovasiyalara yiyələnim, qabaqcıl təcrübələrə sahib olum. Pedaqoji fəaliyyətim dövründə əsas məqsədim şagirdlərimə sadəcə fənn biliklərini ötürmək deyil, həm də dövlətimizin təhsil standartlarına uyğun onlarda tənqidi təfəkkür, əməkdaşlıq, milli mənəvi dəyərlərə hörmət kimi müasir şəxsiyyət yönümlü bacarıqları formalaşdırmaq istəyirəm. Müasir kurikulumun prinsiplərini dərslərdə fəal tətbiq edirəm. Eyni zamanda dərslərdə vizual və cəlbedici təşkil eləmək məqsədi ilə İKT bacarıqlarından istifadə edirəm. Fəaliyyətim dövründə müxtəlif layihələrin iştirakçısı olmuşam. Deməli, Bakıdakı Nazim İsmailov adına 80 nömrəli tam orta məktəbdə 2020-ci ilin dekabrında keçirilən Ətrin Gəlir Xar Bülbül adlı layihədə onlayn şəkildə şagirdlərimlə birlikdə iştirak edib sertifikat qazanmışam. Eyni zamanda mən həm də sinif rəhbəriyəm. Sinif rəhbəri kimi təlim-tərbiyə prosesində uğur qazanmağın əsas yolunu müəllim-şagird valideyn triadasının düzgün və empatiyaya əsasən qurulmasında görürəm. Daim öz üzərimdə işləməyə çalışıram. Müəllim şərəfli peşədir. Cəmiyyətimizdə şərəfli peşə hesab olunur və müəllim adını hər an, hər addımda doğrultmağa çalışıram. Tamam. Bullying nədir müəllimə? Bullying zorakılıq, qısnama mənasındadır. Bullying ola bilir ki, şagirdlərin öz arasında və yaxud şagirdlə başqa sinif şagirdləri arasında, müəllimlə şagird arasında mövcud ola bilir. Bullying həm psixoloji ola bilir, həm tətbiq olunan bullyinglər o real formada tətbiq oluna bilir. Müəllim daimi nəzarətdə saxlamalıdır ki, şagirdlər arasında bu hallara yol verilməsin. Əgər belə hallar baş tutarsa, hər iki tərəfi ayrı-ayrılıqda danışdırmaq, onlarla söhbət aparmaq və arada olan anlaşılmazlığı həll eləməyə çalışıram. Eyni zamanda aparılan bullyinglər şagirdlərin təhsilinə mənfi təsir göstərdiyinə görə sinifdə belə halların baş verməsinə şərait yaratmaram. Əgər bullying şagirdlər arasında artıq müasir dövrümüzdə sosial şəbəkələrdə olan şagirdlərimiz bullyingi daha çox belə deyək də görürlər, rastlaşırlar, meyl göstərirlər. Əgər belə hallara da rast gəlirəmsə və qarşısını almaq mənim üçün çətin olarsa, məktəb psixoloqunun xidmətindən istifadə edirəm. Yaxşı, bullyingi necə tapmaq olar? Necə müəyyən etmək olar? Bullyingi məsələn qruplarla iş aparanda Müşahidə vasitəsilə bullyingi görmək müşahidə olar. eləyirəm və müşahidə elədiyimdə Başqa qarşıma hansı çıxırsa yollarla bullyinqə tapmaq olar? Salam müəllimlər.
Deməli, növbəti müsahibə qrupumuz iyul ayının 20-sində başlayır. Deməli, müsahibə dərslərimiz 1-ci, 3-cü, 5-ci günlər, tək günlər saat 18:00-da Zoom proqramı vasitəsilə həyata keçirilir. Zoom proqramı vasitəsilə avqust ayından etibarən isə avqust ayından həftədə hər gün dərs keçiriləcək. Həftədə deməli hər gün 7 dəfə dərs olacaq. Hələ ki 1, 3, 5 saat 18:00-dadır dərslərimiz. Deməli, dərslərimiz Zoom proqramı vasitəsilədir və hər bir müəllimi tək-tək mən sual-cavab edirəm. Müsahibə əsasında deməli, sertifikasiya müsahibə qruplarımızda hansı dərslər keçirilir? Sinif idarəetmə bacarıqları, şagirdləri qiymətləndirmə bacarıqları, tədris prosesinin təşkil olunma bacarıqları, özünü təqdim etmə bacarıqları və icmal. İcmalı yazma qaydası, icmal nümunələri atılır və istəyən, əlavə icmal istəyən müəllimlərə isə əlavə dəstək göstərilir. İcmallar, onlara fərqli icmallar müəyyən ödənişlə atılır. Dərslərimizin qiyməti 25 manatdır və 20 iyul ilk dərsimiz sıfırdan təzə qrupumuz başlayır. Və dərs prosesində heç bir dərslik vəsait almırsınız. Bütün dərs PDF-lərini özüm göndərəcəm sizə. Hər birini, bütün PDF-ləri özüm göndərəcəm. Deməli, dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Və həmçinin onu da qeyd edim ki, yəni birinci turdan uğurla keçmisiniz. İkinci turu şansa buraxmayın. Bizim müsahibə qruplarına qoşulan bütün müəllimlər müsahibədən uğur qazanıb, yəni bizim müsahibə mərhələsinə qoşulan müəllimlərin hər biri müsahibədən keçib, heç kəsilən olmayıb. Siz də bizim müsahibə qrupuna qoşulun ki, işinizi qarantiya altına alın və ondan əlavə də, yəni misal üçün keçən il icmala görə nə qədər müəllimi kəsdilər, ən düzgün, yəni icmal yazıb aparmışdılar, amma düzgün aparmamışdılar. Ən düzgün icmal nümunələrini də biz sizə təqdim edəcəyik və o icmallarla da müsahibədən keçmək sizin üçün rahat olacaq. Dərslərə qoşulmaq üçün göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Müşahidə yolu ilə eyni zamanda deməli bullyinqi aşkarlamaq üçün şagirdlər arasında o debatlar təşkil eləyəndə diqqətə çarpacaq tərzdə O da aparılırsa, müşahidədir, müəllimə. O da dediyiniz də müşahidədir. Yəni qrupla işlə, debatla hər yerdə müşahidə edirəm. Daim müşahidə. Sonra bax anket sorğular keçirmək olar şagirdlərlə bullyinqi tapmaq üçün. Esse yazdırmaq olar. Valideynlərlə əməkdaşlıq aparmaq olar. Debat deməli portfolio metodu vasitəsilə şagirdin o haqqında məlumatları əldə etmək vasitəsilə bullyinqi tapmaq olar. Bəs yaxşı, bullyinqi necə yox eləmək, yəni aradan qaldırmaq lazımdır? bullyinqi aradan qaldırmaq üçün şagirdlər arasında yenidən tədbirlər aparmaq lazımdır. Məsələn, onları Məsələn. əməkdaşlığa cəlb eləmək, Sonra eyni zamanda sinifdə sağlam mənəvi psixoloji mühit yaratmaq, mühit yaratmaq, bəli, mühit sonra yaratmaq valideynlərlə vasitəsilə, əməkdaşlıq eləmək, mənəvi intellekt, mənəvi inkişaf etdirmək, bəli, şagirdlərə emosional intellekt formalaşdırmaq və s. Uzqıran strategiyasından istifadə Ola eləyərəm. bilər, ola bilər. Tamam, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Naidə İsaqova. Salam müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Özünüzü təqdim edin zəhmət olmasa Naidə müəllimə. Mən İsaqova Naidə Nicat qızı. Aha, 1968-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşam. aha. İlk dəfə birinci sinifə 1975-ci ildə elə yaşadığım kənddə birinci sinifə getmişəm və 1985-ci ildə tam orta məktəbi bitirmişəm. 2 il Dövlət Universitetinin Tarix fakültəsinə sənəd vermişəm, konkursa düşmüşəm və bir neçə müəyyən səbəblərdən təhsilimi davam etdirməyə dayandırmışam. 90-cı ildə öz istəyimlə Bakı Bədən Tərbiyə Texnikumuna daxil olmuşam və bəzi
bəzi yenə səbəblərdən təhsilimi qiyabi təhsil almışam. Qiyabi təhsil ala 1991-ci ildə deməli Füzuli rayon şahmat məktəbində məşqçi müəllim işləmişəm. 1993-cü ildə ermənilər tərəfindən Füzulinin işğalından sonra Bakı şəhərində köçmüşük və orada yaşamışıq. 93-cü ildə də Bakı bədən tərbiyə texnikumunu qurtarmışam və ixtisasım fiziki tərbiyə müəllimidir. Eyni zamanda yəni işimi davam etdirmişəm. Bakı şəhərinin nəzdində olan Füzuli Qaşqın 5 nömrəli Qaşqın məktəbində işimi davam etdirmişəm və iş sahatımın az olmağı ilə bağlı 2005-ci ildə Füzuli rayon 5 nömrəli məktəbdə 6 saatlıq fiziki tərbiyə dərsi ilə təmin olunmuşam. 2015-ci ildə Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədən 54 bal toplayaraq, yəni uğur qazanmışam. 2017-ci ildə, yəni dərs saatımın yenə də az olması ilə bağlı Bakı şəhər Xətai rayonu 17 nömrəli məktəbə fiziki tərbiyə müəllimi kimi yerdəyişmə etmişəm. Hal-hazırda həmin məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışıram. 2025-in 6-cı ay 2026-cı ildə Təhsil Nazirliyinin keçirdiyi sertifikatlaşma imtahanında 51 bal toplayaraq uğur qazanmışam. 2017-ci ildə deməli işlədiyim məktəbdə rəhbərlik tərəfindən həmişə deməli təşəkkürnamələr, diplomlar, fəxri fərmanlar götürürəm. Yəni öz peşəmi sevirəm, öz peşəmi sevdiyimə də görə dünyaya bir də gəlsəydim, yenə öz peşəmi seçərdim. Yəni bugün də uğur qazanıb deməli ustad müəllim sertifikatı da almışam. Lap gözəl. Sizcə müəllim hansı bacarıqlara sahib olmalıdır müəllimə? Müəllim hansı bacarıqlara sahib olmalıdır? Müəllim vicdanlı olmalıdır. Sonra Mədəni olmalıdır. Sonra 21-ci əsrin bacarıqlarına uyğun dərs keçməlidir. Yaxşı, 21-ci əsrin bacarıqları hansılardır? Kompetensiyalar hansılardır? Savadlılıq kompensasiyasıdır. Çox dil bilmə kompensasiyasıdır. Yazı elmi, texnoloji və mühəndislik kompensasiyasıdır. Rəqəmsal savadlılıq kompensasiyasıdır. Sahibkarlıqdır. Fəal vətəndaş mövqeyidir. Yaxşı, tamam, düzdür. Təşəkkür edirəm, çox sağ ol. Tofiqə Rəsulova. Salam Coşqunlar. Salam, hər vaxtınız xeyir olsun Tofiqə müəllimə. Öncəliklə sizə təşəkkür edirəm. Mən sizə mart ayında qoşulmuşam. Coşqun müəllim. Təşəkkür edirəm. Nailiyyət qazanmışam. Çox şükür, təbrik edirəm sizi. Bircə saniyə. Buyurun, davam edin. Mən Rəsulova Tofiqə Rafiq qızı 1965-ci ildə Zərdab rayonunda Ziyalı ailəsində anadan olmuşam. 1972-ci ildə həmin rayonda Burka adına, indiki Həsən bəy Zərdabi adına bir nömrəli məktəbin 1-ci sinifinə daxil olmuşam. Məktəbi 1982-ci ildə bitirib, həmin ildə də Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Musiqi Fakültəsinə daxil olmuşam. Universiteti 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişəm. 1994-cü tədris ilində Səbahi rayonu
163 saylı məktəbin musiqi müəlliməsi vəzifəsində çalışıram. Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə 51 bal toplamışam. Bu il müəllimlərin sertifikatlaşmasında uğur qazanaraq 54 balla qiymətləndirmişəm. Onu da qeyd edim ki, mən bu imtahana könüllü olaraq qoşulmuşam, yaşımla bağlı olaraq. Qiymətlənmişəm və müsahibə mərhələsinə keçid almışam. İşlədiyim müddətdə məktəbdən kənar işlərində yaxından iştirak etmişəm. Ən son uğurumuz bu ilki 2026-cı ildə keçirilən məktəblərarası bahar ləğbələri festivalında kollektiv ifa nominasiyası üzrə birinci yerlə təltif olunmuşam. Məqsədim şagirdlərdə sənəti sevdirmək, yüksək nailiyyətlər əldə etməkdir. Lap gözəl, lap yaxşı. Deməli, qiymətləndirmənin validlik, etibarlılıq prinsipi var. Hansılardır müəllimə olar? Qiymətləndirmənin iki prinsipi var, biz bilirik. Biri validlikdir, biri etibarlılıq prinsipidir. Validlik prinsipi deyəndə ilk növbədə misal çəkin belə ki, demək, əgər şagird hər hansı bir nailiyyət göstərərsə, həmin nailiyyətdə keçdiyi dərsə uyğun olaraq ona summativ qiymətləndirmə yazılarsa, lakin bu yazılan qiymətləndirmə mövzuya əsasən olmasa və onun keçdiyi mövzular orada qeyd olunmasa, onda onun validlik prinsipi pozulmuş hesab olunur. Etibarlılıq dedikdə isə şagird əgər qiymətləndirmə aparılarsa, əvvəlki qiymətləndirilməsində onun qiymətləndirməsi, tutaq ki, summativ qiymətləndirməsi, onun qiymətləndirməsi 50 ballıqla göstərilmişsə, yəni onda onun ikinci dəfə onun qiymətləndirməsi aşağı səviyyədə olarsa, bunda o deməkdir ki, şagirdə etibarlılıq prinsipi pozulmuş olur. Qiymətləndirmənin iki prinsipi var. Validlik və etibarlılıq prinsipi. Deməli, validlik prinsipi odur ki, deməli, qiymətləndirmədə validlik, uyğunluq, yəni nədən, hansı mövzulardan tapşırıqlar veririksə, ona uyğun formada o mövzulardan da tapşırıqlar olsun. Düzdür? Aha, bu validlik prinsipidir. Deməli, bu uyğunluq da deyilir. Etibarlılıq prinsipində isə deyilir ki, fərqli zamanlarda istifadə olunan qiymətləndirmə nəticələri maksimum dərəcədə deməli nə olsun? Eyni olsun. Bu isə uyğunluq prinsipi adlanır. Aydın oldu? Və etibarlılıq prinsipi adlanır. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Daha sonra Bəyim Çırağova. Bəyim Çırağova. Çırağova Bəyim. Əl qaldırmısınız. 1988 adı ilə qoşulan müəlliməmiz. Salam dostum, mənim axşamınız xeyir olsun. Ad familiyanız necə oldu? Şadiyeva Aytaç Xəli qızı. Aytaç müəllimə. Aha, Bəli, bəli. özünüzü təqdim edin zəhmət olmasa. 1998-ci ilin 22 oktyabr tarixində Bakı şəhərində anadan olmuşam. Daha sonra 2004-cü ildən 2008-ci ilə qədər təhsilimi, ibtidai təhsil səviyyəmi Kəlbəcər rayonu 11 nömrəli tam orta məktəbdə almışam. 5-ci sinifdən 11-ci məktəbə qədər isə Laçın rayon Çıraqlı kənd tam orta məktəbində təhsilimi davam etdirərək bitirmişəm və elə həmin ildə 2015-ci ildə məzun olduğum ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 580 balla qəbul olmuşam. 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinə bakalavr səviyyəsində, 2019-2021-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qədim Dünya Orta Əsrlər Tarix kafedrasında magistr səviyyəsinə təhsilimi almışam. 2021-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 60 bal üzərindən 55 bal toplayaraq Bakı şəhər Qaradağ rayonu 105 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam və hal-hazırda da həmin məktəbdə çalışıram. Bununla paralel şəkildə 2023-cü ildə Bakı Dövlət Universitetində doktorantura səviyyəsinə qəbul olaraq hal-hazırda təhsilimi davam etdirirəm və Qədim Tarix fakültəsinin Asiya Afrika ölkələri tarixi kafedrası üzrə təhsilimi davam etdirirəm. Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə də orta məktəbdə çalışdığım müddət ərzində iştirak etmişəm və 2025-ci ildə Microsoft sertifikatlı pedaqoq sertifikatını
demək qazanmışam. 2024-cü ildən bununla paralel şəkildə həm də Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətdə deməli fəaliyyətimi davam etdirirəm. 2026-cı ilə 24 iyun tarixində təhsil verilənlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 60 üzərindən 54 bal toplamışam. Fənnimi sevirəm, tarixi sevirəm, müəllimliyi isə hər şeydən çox sevirəm. Aha, lap yaxşı, lap gözəl. Deməli, dərsin məqsədi nədir? Dərsin məqsədi əslində şagirdlərə bilik və bacarıqları qazandırmaqdır və bunu edərkən şagirdləri bir subyekt kimi görmək lazımdır. Çalışmaq lazımdır ki, şagirdlər tərbiyə prosesinin fəal iştirakçısı olsunlar və bu bilikləri özləri əldə etsinlər. Eyni zamanda ümumilikdə təhsilin səviyyəsi isə bir şəxsiyyət formalaşdırmaqdır. Şəxsiyyət isə deməli milli mənəvi dəyərlərə, idraki, emosional bacarıqlara malik olmalıdır. Yaxşı, şagird yönümlülük nədir? Şagird yönümlülük təhsil zamanı şagirdin maraq və tələbatlarını nəzərə almaqdır, onun səviyyəsini nəzərə almaqdır. Bu da müasir kurikulumun əsas prinsiplərindən biridir. İnteraktiv təlim nədir bəs? İnteraktiv təlim nədir müəllimə? İnteraktiv təlim ənənəvi təlimdən fərqli olaraq müasir təlimdir və burada şagird özü də aktiv iştirak eləyir və burada şagird subyekt prinsipi ilə müəllim onunla bir subyekt kimi davranır və aktiv iştirakçı kimi iştirak eləyir. Şagird ənənəvi təhsildən fərqli olaraq passiv şəkildə məlumatı əldə etmir, özü aktiv şəkildə məlumatı dəyərləndirə bilir. Təşəkkür edirəm. Çox sağ olun müəllimə. Sağ olun, siz sağ olun müəllim. Sağ olun. Deməli, Bəyim Çırağova. Çırağova Bəyim. Bəli. Hər vaxtınız xeyir olsun. Sağ olun. Aha, Bəyim müəllimə vaxtınız zəhmət xeyir olmasa özünüzü təqdim edin. Mən Çırağova Bəyim İmamverdi qızı 1971-ci ildə Goranboy rayonu Xankərvəd kəndindən adam olmuşum. 1978-88-ci ildə Goranboy rayon Xankərvəd kənd tam orta məktəbində təhsil almışam. 1991-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 1996-cı ildə həmin məktəbi bitirib təyinatla öz kəndimizdə müəllim kimi fəaliyyətə başlamışam. Müəllimlərin ilkin diaqnostik qiymətləndirməsində 56 bal toplamışam. Kurikulum müəllimi də siz olmusunuz. Bu ildə 2026-cı ildə sertifikasiya imtahanında uğur qazanmışam. 54 bal toplamışam. İxtisasım da təsvir incəsənət. Lap gözəl. Müəllimə, formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmənin hansı üstünlükləri var? Məktəb daxili qiymətləndirmənin 3 növü var. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, bir də summativ qiymətləndirmə. Söhbət formativ qiymətləndirmədən gedir. Formativ qiymətləndirmə şagirdin fəaliyyətinin izlənməsidir. İl boyu aparılır. Bu zaman formativ qiymətləndirmədə müəllim şagirdin deməli fəaliyyətini izləyir, dərsini ona uyğun qurur. Formativ qiymətləndirmənin əsas qayəsi şagirdi olduğu yerdən olacağı yerə aparmaqdır. Şagirdin fəaliyyətini izləyirik. Formativ qiymətləndirmənin aparılmasının deməli üsulları tapşırıq vermə ilə, müşahidə ilə aparıla bilər və qeyd olunması isə formal və qeyri-formal şəkildə ola bilər. Formal qiymətləndirmədə, yəni müəllim özü üçün kitabçada şagirdlərin adlı siyahısını təşkil edir. Burada şagirdin necə cavab verdiyini qeyd edir. Qeyri-formal olaraqsa yumruq, əl açma vasitəsilə dərsi necə başa düşüb, düşmədiyini deməli belə müşahidə vasitəsilə apara bilər. Formativ qiymətləndirmə şagird deməli mövcud vəziyyətini müəyyən eləmək üçün, şagirdin mövcud vəziyyətini üzə çıxarmaq üçün aparılır. Formativ qiymətləndirmə müşahidə, sual-cavab,
daha sonra çıxış bileti, BİBÖ müxtəlif üsullarla, rubriklər vasitəsilə aparıla bilər. Müşahidə var, formal müşahidə var, qeyri-formal müşahidə. Formal müşahidədə əvvəlcədən müəllimin qiymətləndirmə vərəqi olur, qiymətləndirmə meyarları olur, qiymətləndirəcəyi şagirdləri əvvəlcədən müəyyən edir. Düzdür? Bəli. Aha, təşəkkür edirəm müəllimə. Çox sağ olun, bəyəm Çox sağ müəllimə. Müəllim, məni müsahibə etmədiniz. Aha. Nemət müəllim, Bəli, bəli, axşamınız xeyir olsun. hər vaxtınız xeyir olsun, özünüzü təqdim edin. Nemət müəllim, zəhmət olmasa. Oldu. Mən Babaxanov Nemət. Aha, bir dəqiqə bəyəm müəllim səsi bağlayın. Aha, buyurun Nemət müəllim. Mən Babaxanov Nemət Əbduloğlu 1995-ci il oktyabrın 20-sində Gəncə şəhərində anadan olmuşam. 2002-ci ildə deməli Gəncə şəhər 24 saylı tam orta məktəbdə 1-ci sinifə getmişəm. 2014-cü ildə həmin məktəbi, yəni daha doğrusu təhsilimi 9 il müddətində 24 nömrəli məktəbdə, sonra isə Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbdə bitirmişəm. 2016-cı ildə Dövlət İmtahan Mərkəzində qəbul imtahanında, yəni musiqi fənnindən imtahan verərək həmin ildə musiqi kollecinə qəbul olmuşam 2016-cı ildə. 2019-cu ildə Gəncə Musiqi Kollecini su bakalavr kimi bitirmişəm və həmin ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında ilk dəfə iştirak etmişəm. 34 bal toplamışam. Fənnimlə fəxr edirəm, musiqi fənninə. Daha sonra deməli müəllimlərin işə qəbul imtahanında deməli vakansiya seçim mərhələsində Göygöl rayon Çaykənd tam orta məktəbində fəaliyyətə başlamışam, pedaqoji fəaliyyətimə. Sonradan 2024-cü ildə müəllimlərin yerdəyişmə imtahanında iştirak edərək Tərtər rayon Fəxrəddin Orucov adına Seydinli kənd tam orta məktəbində hal-hazırda musiqi müəllimi kimi fəaliyyət göstərirəm. 2026-cı ildə təhsil verənlərin sertifikatlaşdırma imtahanında musiqi fənnindən 30 bal toplamışam və müsahibə mərhələsində iştirak etmə hüququ əldə etmişəm. Lap yaxşı Nemət müəllim. Zəhmət olmasa siz deyin görək bizə. Diaqnostik qiymətləndirmə hansı qiymətləndirmədir? Hansı məqsədlə aparılır? Qiymətləndirmənin 3 növü var. Formativ, deməli, diaqnostik, formativ, bir də summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində aparılır. Şagirdlərin bili və bacarıqlarını, yəni sual-cavab formasında və digər iş üsullarında istifadə etməklə diaqnostik qiymətləndirməni aparıram. Diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə tədris ilinin əvvəlində, bölmənin əvvəlində, yarım ilin əvvəlində, sinifdən sinifə, məktəbdən məktəbə keçiş zamanı aparılır. Şagirdin ilkin səviyyəsini müəyyən eləmək məqsədi ilə aparılır. Fənni tədris edən müəllim tərəfindən aparılır. Müəllimin xüsusi hazırladığı test tapşırıqları vasitəsilə aparıla bilər. Şifahi formada, sual-cavab formada, esse formasında diaqnostik qiymətləndirmə aparıla bilər. Diaqnostik qiymətləndirmə həm də qeyri-rəsmi qiymətləndirmədir. Bəli, şagirdin nəticəsinə təsir göstərmir. Düzdür? Şagirdin neçə öyrənmə tərzi var, Nemət müəllim? Şagirdin 2 cür öyrənmə tərzi, bayaq dedim, 4 dənədir. Hansılardır? 4 dənə deməli. Oxuyub yazaraq, audial, vizual, kinestetik öyrənmə tərzi var, müəllim. Oxuyub yazaraq, audial, kinestetik, bir də vizual öyrənmə. Aha, tamam müəllim. Belə, yekunlaşaq. Müəllim,